Yenə də söhbətimiz dünənki mövzunun ardı olacaq. İmam Hüseyin əleyhissalam qiyam etməsəydi, Kərbəla vaqiəsi baş verməsəydi, nələr olardı? Oradan daxil olduq ki, Bəni Üməyyənin iç üzü, o iyrənc ailənin, o murdar ailənin iç üzündən başladıq söhbət eləməyə. İnşallah bu gün də hələ də söhbətimiz həmən mövzuda davam edəcək. Amma bir dənə şər'i məsələni deyim, çünki 2-3 gün bundan qabaq özüm dedim, sonra dedim haqqı var ki, dinləyicilərini etiraz eləsinlər ki, demişdin şər'i məsələ deyilsin, bəs özün niyə şər'i məsələ demirsən? Bu günlərdə soruşulan məsələlərdən biri də budur ki, qadınlar soruşurlar, bu günlərdə, Məhərrəm günlərində qaş aldıra bilərlər, üzlərini bəzəyə bilərlər, saçlarına rəng qoya bilərlər, ya qoya bilməzlər. Fiqhi hökmü nədən ibarət? Yəni, Məhərrəm günlərində qadın özünə bəzək-düzək verə bilər, ya yox? Demək olar ki, müştəhidlərimizin hamısının nəzəri budur ki, haram deyil. Amma hər nə qədər İmam Hüseyin əleyhissalamı ehtiram əlaməti olaraq bu işlərdən çəkinilsə, o qədər yaxşıdır. Yəni, problem yoxdur ki, deyə bilmərik ki, bir qadın əgərsə deyə qaşını aldırdı, saçına rəng qoydu, ya üzün bəzədisə, bu günah eləyib. Günah eləməyib. Təbii ki, Tasu Aşura günün çıxmaq şərti ilə, çünki Tasu və Aşura günü xüsusi bir ehtiramı var ki, təbii ki, o gündə əgər bir qadın ya bir kişi özünə bəzək-düzək versə, bu mümkündür İmam Hüseyin əleyhissalama hörmətsizlik sayılar və o babdan İmam Hüseyin əleyhissalamın əzasına hörmətsizlik babından haram ola bilər. Yəni, öz-özlüyündə qadının bəzəyi müstəhəb olsa da, amma həmənki günlərdəki İmam Hüseyin əleyhissalama xatir matəm saxlama gedib salonda özünə bəzək-düzək versə, mümkündür hörmətsizlik babından haram ola bilər. O da ki, Tasu Aşura günündə ola bilər, amma qalan günlərdə haramlığı yoxdur, amma hər nə qədər qadın eləməsə bu işləri bir o qədər daha yaxşıdır. Bu məsələnin zimnində başqa bir məsələyə də toxunum. Sual verirlər ki, məsələn deyək, qadın kiprik qoydurarsa, süni kiprik, qaynaq kiprik, bunun dəstəmaza qusula maniyəsi var. Həm rəhbərin nəzəri budur, həm Sistani ağanın nəzəri budur ki, bəli, qadının süni kiprik qoydurması dəstəmaz və qusuluna xələl gətirir. Ona görə də caiz deyil bir qadın, əgər heyz günlərində deyilsə, aybaşı dövründə deyilsə ki, o günlər ki, namaz qılmalıdır, namaz qılmalı olduğu günlərdə əgərsə o dırnaq qoydurarsa və yaxud süni kiprik yapışdırarsa ki, dəst namazına, qusuluna mani olur, ehtiyat vacibə görə bu iş haramdır və dərhal onu sökməlidir oradan. Əgər sökə bilməsə və paçılıq günlərindədir, namaz qılmalı olduğu günlərdədir və dırnağın yaxud da ki, kipriyin sökə bilmədisə neynəməlidir? Gərək onda həm cəbirə dəstəmaza, yəni dəstəmaz alsın, həm də təyəmmüm eləsin. Rəhbərin nəzərində ehtiyat vacibə görə, sonra qopardığından sonra təzədən bir də o namazları ehtiyat vacibə görə qılmalıdır. Ona görə də namaz qılan bir qadın gərək kiprik qoydurmaqdan, nə bilim, dırnaq yapışdırmaqdan ehtiyat eləsin, bunu eləməsin. Yəni, paçılıq günlərində bu işləri görməsin. Bəli, bir qadın ki, məsələn, fərzən bilir ki, mənim heyz müddətim 7 gün, 8 gün çəkir. Məsələn, deyə bu kiprik 4-5 günə qopacaq, ya bu dırnaq 4-5 günə qopacaq. O halda, yəni, heyz günlərində problemi yoxdur. Amma o günlər ki, pakdır, təmizdir, həmən günlərdə dəstəmaza, qusula mane olduğu üçün şərən caiz deyil. Ehtiyat vacibə görə bu işdən çəkinilməlidir və onu qopardıb normal dəstəmaz almalıdır. Qaydaq mövzumuza. Qeyd elədik ki, Yezid lənətullahi aleyh 3 il hakimiyyət elədi. Birinci ildə İmam Hüseyin əleyhissalamı qətlə yetirməklə tarixin ən ağır cinayətini törətdi. İkinci ildə Hərrə hadisəsi ki, bugün ona işarə edəcəm, o cinayətə əl apardı, o cinayəti törətdi. Hakimiyyətinin 3-cü məş'um ilində də Allahın evi Kəbəni mancanaqla daşqalaq elətdirdi. Abdullah ibn Zübeyri Kəbədə öldürtdürdü. Sözümü buradan başlamaq istəyirəm. Elə ki, Yezidin Mədinədəki icra hakimi Vəlid ibn Uqbə İmam Hüseyin əleyhissalamdan beyət istədi. Həzrət beyət etmədiyi təqdirdə ona belə deyir. Belə buyurur. Buyurur ki, ثُمَّ أَقْبَلَ عَلَى الْوَلِيدِ فَقَالِ أَيُّهَا الْأَمِيرِ İnna əhl-i beytin nübüvvə. Ey əmir, biz Peyğəmbər ailəsiyik və mə'dinir risalə və Peyğəmbərin mə'dinir risalə, yəni risalətin mə'dəni bizik. Risalət bizim evimizdə, ilahi risalət bizim evimizdə nazil olub. Və müxtələfül mələikə, mələklərin get-gəl etdiyi yer bizim evimizdir.
Cəbrəil əleyhissalam, Əzrail əleyhissalam, İsrafil əleyhissalam, Mikail əleyhissalam və digər tanıyıb tanımadığımız mələklər daimən Peyğəmbərə xatir, xanım Zəhra əleyhissalama xatir, Əli əleyhissalama xatir bizim evə ged-gəl eləyirdi. Ondan sonra da imamlara xatir. Bizim evimiz mələklərin get-gəl elədiyi yerdir. Və bina fətəhəllah, Allah bizimlə başladı, bizimlə açdı hər şeyin əvvəlin. Çünki bilirik ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Cabir Rıdvanullahi aleyhi deyir ki, ya Cabir, əvvəl ma xələqəllah nuru nəbiyyik. Ey Cabir, birinci şey ki, Allah xəlq elədi varlıq aləmində sənin Peyğəmbərin nuru idi. Allah Taala birinci xəlq elədiyi məxluq Həzrət Peyğəmbərin nuru idi. Onun nuruna deyə Əli əleyhissalamın nurunu xəlq elədi, Əli əleyhissalamın nurundan göyləri yedir və ilaxır və sair bu cürbəcür rivayətlər var ki, xülasə birinci yaranan şey Peyğəmbər və Əli əleyhissalamın nurları idi ki, İmam əleyhissalam işarə ilə Allah bizlə başladı. Yəni həyat, varlıq, nəinki həyat, varlıq bizimlə başladı. Bina fətəhəllah. Və bina xətəməllah və sonuncu da mümkündür, axırıncı dünyasını dəyişən ya hər hansı bir şey bizimlə sona çatdıracaq. Bizə lazım olan hissəsi hədisin budur. Həzrət buyurdu, İmam Hüseyin əleyhissalam buyurur və Yəzidu rəculun fasiq. Yəzid bir fasik kişidir. Deyəcəm fasiqliyim, çünki İmam əleyhissalam ədəblidir, durub o cür pozğun işləri istəmir ki, məsələn, dilinə gətirsin o məlunun hərəkətlərini. Deyəcəm, indi nə idi pozğunluqları, işarə eləyəcək. İmam üstü örtülü deyir ki, Rəculun fasik, Yezid fasik bir kişidir. Allah lənət eləsin Yezidə. Şaribul xəmr, araq içəndir. Qatilun nəfsil muhtərəmə, günahsız insanları öldürəndir, günahsız bir canı alır. Mu'linun bil fisq, açıq aşkar günah eləyəndir. Və misli la yubayi'u misləh, mənim kimilər onun kimisinə beyət eləməz. İmam əleyhissalam təkcə özünü demir. Buyurur ki, Hüseyin kimilər Yezid kimilərə beyət eləməz. Yəni o qapı açıqdır. Hüseyinlik qapısı da açıqdır, Yezidlik qapısı da açıqdır. Hər bir zamanda Hüseynin şiyələri, Hüseynin ardıcılları Yezidin ardıcıllarına tabi olmaz. Misli la yubayi'u misləh. Mən Fatimənin oğluyam, Əlinin oğluyam, Peyğəmbərin ciyərparəsiyəm. O isə ciyəriyən Hindin balasıdır. Murdar Əbu Süfyanın balasıdır. Mənim kimi, onun kimisinə beyət eləməz. Və lakin nusbihu və tusbihun. Qoy səhər açılsın. Siz də səhərə çıxın, biz də çıxaq. Və nənzuru və tənzurun. Biz də bir səhərə fikirləşək, siz də fikirləşin. Əyyuna əhəqqu bil bey'ə. Kim beyətə daha layiqdir? Vəl xilafə. Xilafətə kim daha layiqdir? Thumma xərəcə aleyhissalam. Sonra Həzrət məclisdən çıxıb getdi. Hədisin davamı var, işim yoxdur. Xülasə, İmam əleyhissalam üstü örtülü Yezidin fisk fücuruna işarə eləyir. Elə ki, Yezid lənətullahi aleyh, istəyirəm bugünkü gündə Yezidin ikinci ildə, yəni hakimiyyətin ikinci ilində törətdiyi cinayətinə işarə eləyəm. O da ki, hadisətul hərrədir, vaqiətul hərrə deyirlər. İmam Hüseyin əleyhissalam Kərbəlada faciəli şəkildə Yezid və onun qoşunu tərəfindən qətlə yetiriləndən sonra və qızları, gəlinləri, balaları şəhər-bəşəhər dolandırılıb, Şama aparılıb, orada əsir saxlanılandan sonra bu, belə deyək də, əks-səda verdi İslam dünyasına, xüsusən də Mədinə cəmaatına. Mədinə cəmaatı ki, hətta sünniləri belə digər sünnilərdən fərqli idi. Yəni, onlar Peyğəmbər əhl-i beytini daha çox sevirdilər. Sünni də olsalar, Əbu Bəkri Öməri sevsələr də, Peyğəmbər əhl-i beytini çox sevirdilər. Ömərin öz oğlu Əbdullah ibn Ömər İmam Hüseyin əleyhissalam Məkkəyə çıxanda, Mədinədən çıxanda nə dedi? Dedi, ya Əbu Abdullah, get, mən neçə nəfər tövsiyə edir. Xülasə imam buyurdu ki, yox, gedirəm. Dedi, onda qaldır köynəyini o yerdən öpüm ki, Peyğəmbər oradan öpərdi. Mədinə cəmaatı fərq edir digər İraqlılardan ya digərlərdən. Xülasə İmam Hüseyin əleyhissalam köynəyin qaldırdı, göbəyindən öpdü. Əbdullah ibn Ömər, yəni Ömərin oğlu deyir ki, Peyğəmbərin sənin göbəyi öpməyi görmüşəm, ona görə oradan öpəcəm ki, Peyğəmbər öpərdi. Yəni bu qədər sünni də olsalar, Əbu Bəkr Ömərə ehtiramları olsa da belə, yenə də əhl-i beytə qarşı çox məhəbbətli ilə Mədinə cəmaatı. Çünki öz gözləri ilə görmüşlər Peyğəmbər İmam Həsən, İmam Hüseyin əleyhissalama nə qədər ehtiram edir. Xülasə, xəbərlər yayılıb gələndən sonra, xüsusən də Mədinə cəmaatının qulağına çatanda ki, Yezid bu cür axmaq, bu cür fasik, facir, cinayətkar bir şəxsdir və Peyğəmbər əhl-i beytinə bu cür divan tutdu. Bir dəstə nümayəndə heyəti
Abdullah ibn Hanzələnin başçılığı altında, deyəcəm kimdir bu Abdullah ibn Hanzələ, getdilər Yezidin xaraba sarayına. Yəni Mədinədən durdular, gəldilər Yezidin xaraba sarayına, Şama, Dəməşqə ki, görsünlər Yezidin barəsində deyilənlər düzdür ya yalandır. Sözüm burada qalsın, bir balaca bu Abdullah ibn Hanzələnin barəsində məlumat verim. Ola bilsin ki, bilənlər bilir, bilməyənlər, yəni bəzi yaxşı kişilər, necə deyirlər o, tarixdə iz qoyub getmiş kişilər gərək tanınsınlar. Buna deyirlər Abdullah ibn Hanzələ Abdullah ibn Hanzələ Qəsilil Məlaikə. Kimdir bu adam? Bunun atası Hanzələt ibn Əbi Amir. Hanzələt ibn Əbi Amir minəl Avs. Avs qəbiləsindən olan Hanzələt ibn Əbi Amir idi. Tarix yazır ki, bunun ləqəbi Qəsilul Məlaikədir. Mən danışıram, bizim bəhsimizə aid olan şəxsin atasından danışıram. Abdullahın atasından, Hanzələdən danışıram. Hanzələ cavan oğlan idi. Cavan oğlan idi. Uhud müharibəsi ərəfəsində toy elədi. Səhərisi günkü Peyğəmbər qoşunun götürüb Uhud müharibəsinə gedəcəkdi. Hanzələnin toyuydu. Xülasə, bu gecəki gəlin gətiribdi, zifaf gecəsidir, gəlinin yanına girəcək. Hanzələ Peyğəmbərdən icazə aldı ki, ya Rəsulallah, icazə ver, mən bu gecə toyumdur, sabah mən atım minib çapıb gəlib sataram qoşuna. Peyğəmbər də icazə verdi. Xülasə, istədi ki, gəlinin yanına daxil olsun, gəlin, deyirlər ki, ağıllı çıxdır, yox, sən müharibəyə gedirsən, cihada gedirsən, birdən gedərsən, ölərsən, mən də hamilə qalam, sonra mən kimə inandırıram? Toy gecəsidir, ona görə get 4 dənə kişi gətir, şahid olsunlar ki, sən mənim yanıma daxil ol, yəni ərim yanıma daxil oldu. Xülasə, 4 dənə kişi gəlir, durur qapının ağzında, şahid olurlar, Hanzələ gəlinlə yatır və oradan, vaxt yoxdur axı, durur, elə atın minir, çapır gedir, çatır müsəlman qoşununa, gedir rəşadətlə döyüşür və şəhid olur. Peyğəmbər müsəlmanlara xəbər verir ki, deyir Cəbrail əleyhissalam mənə xəbər gətirdi göy aləmindən ki, Allah Taala Hanzələ ki, cənabət qusulu verməyə vaxtı olmadı. Allah Taala cənnətdən mələklərin göndərdi, cənnət suların göndərdilər və mələklər cənnət suyu ilə Hanzələyə cənabət qusulu verdilər. O ki, sözündə vəfalı oldu, kişi kimi sözünə vəfalılıq elədi, yubanmadı və dərhal qaçdı, gəldi, məsələn, çatdırdı özün qoşuna. Qusul eləməyə vaxt çatmadığı üçün, vaxt tapmadığı üçün Allahın mələkləri cənnət suyuna ona qusul verirlər. Xülasə, həmən kişinin adı qaldı tarixdə Hanzələ Qəsilul Məlaikə, yəni mələklərin qusul verdiyi Hanzələ. Mən danışıram bunun oğlundan. Çünki Vaqiətul Hərrənin başçısı Hanzələnin oğlu idi, Abdullah idi. Mədinə cəmaatı, yəni həmən bu kişinin başçılığı, bu oğlunun, Abdullahın başçılığı altında, Abdullahın təxminən həmən vaxtlar olur. Neçə yaş olur? 62-63 yaşı olur artıq. Əgər Uhud müharibəsi 3-cü, 4-cü ildə olsa, bu hadisələrdə 60-lar, yəni 59, 60, 61 yaşında olur həmən şəxs. Xülasə, Abdullah ibn Hanzələ bir dəstə Mədinə cəmaatından gəlirlər Yezidin sarayına. Yezid bunları ikram eləyir, əziz deyir, bunlar üçün qəşəng süfrələr sərir, böyük-böyük mükafatlar, dirhəmlər, dinarlar hədiyyə eləyir. Bir də görürlər ki, doğrudan eşitdiyimizdən də biabırçı vəziyyətdir. Təsəvvürlə bir nəfər iddia elə, mən Peyğəmbərin xəlifəsiyəm, müsəlmanların rəhbəriyəm, məclisdə pozğun qadınlar, lüt qadınlar oynayan kim, nə bilim itlə oynayan kim, nə bilim meymun oynadan, nə bilim, nə ağlan, nə gəlirsə, araqda, kafirlərin o qədər arağı yoxdur bunlar, bu oyunu çıxardırlar. Nəsə dururlar, kör peşman gəlirlər və gəlirlər gələndən sonra Abdullah ibn Hanzələ Mədinə cəmaatın Yezidə qarşı qaldırır ki, artıq bu cür şərəfsiz, bu cür cinayətkar bir insanın hökumətini qəbulləmək olmaz. Artıq bu necə dedi İmam Hüseyin əleyhissalam ötən söhbətimizdə dedi ki, İmam əleyhissalam nə buyurdu? Buyurdu ki, əgər Yezid kimi bir şərəfsiz İslam ümmətinə hakim olarsa, rai olarsa, çoban olarsa, idarəçi olarsa, gərək onda İslamın fatihəsi oxunsun, İslamın əlvida salamı deyilsin. Ona görə Abdullah gördü ki, doğrudan deyilənlərdən də yuxarıymış. Bu adam, İmam buyurdu, mu'linun bil fisk, hədisi oxudum. Açıq-aşıq, dədəsi Lə'in, Muaviyə nə qələt eləsəydi, arxada eləyirdi. İnsanların qabağına çalışırdı, özünü dindar kimi göstərsin. Namaz qılır, oruçdur. Bu nə namaz qılır, nə oruç tutur, arağı su kimi yerinə töküb içir, itinə oynayır, donuz yox, meymundan deyəcəm, meymunda bəzi qissəsini deyəcəm. Xülasə, Abdullah gəldi Mədinə cəmaatın, çağırdı nəyə?
qiyama çağırdı. İstəyirəm ki, onun öz sözün, tarixdə gələn sözün necə deyibsə, o cürdə oxuyayım. Deyir ki, İnnə Abdullah ibn Hanzala qəsilül mələikə xatabə fi əhlil Mədinə. Qayıtdı gəldi Mədinə cəmaatının yanında xutbətən. Bu xutbəni oxudu. Qalə fiha, belə dedi. Fəvallah ma əxrəcna əla Yezidin hətta xifna ən nurma bil hicarə. And olsun Allaha, Yezidin yanından çıxanda qorxurdum ki, səmadan daş yağı başımıza. Nə gördüsə orada, nə cinayətlər gördü, nə iğrənc hərəkətlər gördü. Fəval and içir Allaha ki, o cür mömin bir kişi. And olsun Allaha ki, elə bildim ki, indi daş yağacaq göydən ki, bunlar nə oyun çıxardılar, nə görmüşsə o məclisdə deyəcəm indi, özü deyil. Əla Yezidin, hətta xifna ən nurma bil hicarə minəs səma. Qorxdum ki, göydən başımıza daş yağar. Ənə rəculən yənkihul ümməhad. Bir insan, mən belə deyək də, yəni bir mömin kişi adətən çalışar ki, sözünün həd-hüdudunu bilsin. Xüsusən də bu cür mömin bir kişi ki, Hərrə vaqəsində deyəcəm, oğlanların bir qurban verdi Allah'ın, axırda özü getdi, şəhid oldu. Yəni elə belə adam deyildi. Bu adam şəhadət verir, görmədiyi şey, bilmədiyi şey niyə yalanla danışsın? Deyir, biz bir fasik kişinin yanına gəlir ki, öz anası ilə zina eləyir. Gezidi deyir. Yənkihul ümməhad, qutardı anası ilə yox. Vəl bənat, öz qızları ilə zina eləyir. Vəl əxəvat, öz bacıları ilə zina eləyir. Və yəşrəbul xəmr, araq içir. Və yədəus salat, namaz qılmır. Vallah, ləv ləm yəkun mə'i əhədun minən nas, ləəbləytu lillahi fihi bəlaən həsənən. Əgər bir nəfərimdə olsa belə, yanında bir nəfər olsa yenə qalxacam, qiyam eləyəcəm, bu məlunla döyüşəcəm. Kim deyir bunu? Abdullah ibn Hanzala deyir. Yəni mən bir kişinin yanına gəlirəm ki, bu anası ilə, bacısı ilə, qızı ilə belə zina eləməkdən çəkinən bir şərəfsiz deyil. Hətta var bəzi rivayətlərdə, nəinki qadınların, hətta kişilərlə də zina eləmək var bəzi nəqillərdə. Yəni bu insan elə bir müstəhdir. Müstəhdir onu deyil, yəni heç bir günahdan çəkinmə, heç günah vecinə qoymayan bir insandır. Xülasə, Mədinə dəyir bir-birinə, cəmaat yığışır Abdullah ibn Hanzalənin başına və gedirlər, deməli, Osman ibn kim idi Mədinənin hakimi, onu çıxardırlar, işdən qovurlar və bütün Bəni Üməyyə ki, idarələrdə idi, hamısını qovurlar işdən, bunlar yığışırlar Mərvanın evinə, bütün Bəni Üməyyə yığılır, 1000 nəfərə qədər bəlkə də, artıq bunlar işlərindən azad olunubdur ki, xəbər çatır, bunların içindən məktub yazırlar Yezidə ki, tez bizə nicat bəxş eləginə bizi öldürəcəklər. Abdullahın dəstəsi bizə, məsələn, bir neçə gün aman verib ki, biz hökuməti təhvil verib və şəhəri təhvil verib çıxaq, biz qorxuruq ki, bizi öldürərlər. İndi Mədinədən Şama çapar neçə günə gəlirdi, mən deyə bilmərəm. Xülasə, Yezidə xəbər çatır ki, Bəni Üməyyə pis vəziyyətdədir. Abdullah ibn Hanzalənin başçılığı altında qiyam baş veribdi Mədinədən. Ona görə də Bəni Üməyyənin köməyinə yetişmək lazımdır. Yezid lənətullahi aleyh əvvəlcə Məlun İbn Ziyaddan tələb edir ki, İbn Ziyada deyir ki, ged Mədinədə o qiyamı yatırdı ilə. İbn Ziyada xəbər çatanda Allah ikisindən də lənət eləsin. Tarixdə gəlib ki, İbn Ziyad deyir ki, o fasiqə 2 dənə ağır cinayətdə şərik olmayacaq, 2 ağır cinayətdə. Bir dəfə Hüseyni məni öldürtdürdü, yıxdı mənim boynuma. Yezid dedi axı, özü əmr elədi, Allah ikisindən də lənət eləsin. Amma əsl əmr Yezidin özündəndir. Sonra iş bir yerə gəlib çatanda ki, ümmət Yezidin əleyhinə qalın, dedi ki, Allah lənət eləsin İbn Mərzani, o öldürdü. Mən deməmişdim öldür. Xülasə, mümkün o hadisə işarə eləyir İbn Mülzəm ki, İbn Mülzəm deyirəm, İbn Mərzanə. İbn Ziyad deyir ki, bu fasiqə 2 cinayətində kömək eləməyəcəm. Ona görə qəbul eləmir. Başqa bir adamın üstünə xəbər göndərir, o da qəbul eləmir. Ondan sonra atası Muaviyyənin də ki, vəsiyyəti var idi ki, əgər mən belə fikirləşirəm ki, günlərin bir günü Mədinə cəmaatı sənin əleyhinə qalxacaq, Mədinə cəmaatı sənin əleyhinə qalxan zaman, onda Muslim ibn Əqəbədən istifadə eləyərsən. Muslim ibn Əqəbə sonradan tarixdə ona da musrif qalır, ya mufsid qalır. Artıq o müsəlmanlarla muslim adın rəva görmürlər. Müslim, yəni ki, insan onun əlinə salam, özü müsəlmanlı insanlar da salamat qalıb onun əlindən. Deyəcəm, nə cinayətlər törətdi. Xülasə,
Müslim ibn Əqəbiyə, Mufsid ibn Əqəbiyə, Musrif ibn Əqəbiyə adını hər nə qoyuruqsu qoya bu məluna çağırır yanına. Bu da yaşlı kişi idi. Ağır bir məbləğlərlə var tarixdən də mümkün rəqəmləri tərsə deyərəm, səhv deyirəm, ona görə istəmirəm. Ağır bir məbləğlərlə bunu razı salır ki, 12.000 qoşunla göndərir bunu Mədinəyə. Deyir, gedirsən, əgər Abdullahın cəmaatı, Abdullah ibn Hənzələnin cəmaatı qiyamı dayandırarlarsa, beyətimə daxil olarlarsa, heç qayıdıb gələrsən. 3 gün aman ver onlara. Əgər bu 3 günün içində səhvlərin başa düşdülər, haqqa qayıtdılar və qiyamdan əl çəkdilərsə, nə gözəl, bunda da işin olmasın. Yox, əgərsə 3 günə qədər qiyamlarından əl çəkmədilər və bildiklərin elədilərsə, yəni qurdurdular sözlərin üstündə, mən sənə icazə verirəm ki, Mədinəni 3 gün qətli am eləyərsən, öldürdüyünü öldürərsən, zorlatdırdığını zorlatdırarsan, nə bilim, qarət elətdiyini qarət elətdirsən, nə istəyirsən 3 gün Mədinəni sənə ibahə elədim. Müslim ibn Əqəbə, Mufsid ibn Əqəbə lənətullahi aleyh götürür qoşunu, gəlir Mədinəyə. O ki, deyir, Vaqiət Hərrə, Hərrə Mədinənin giriş hissələrindən birinin adıdır. Kufə qapısı tərəfindən nəsə zahirən bu cür yazır ki, o tərəfdəndir. Ona görə hadisə oradan, həmən istiqamətdəki Abdullah ibn Hənzələ böyük döyüşçülərdən hərəsinin bir istiqamətdə dayandırmışdı. Zahirən özü də həmən o istiqamətdəki ehtimal, bəlkə də ehtimal eləyirdi həmən istiqamətdən hücum olunacaq, özü də orada dayanmışdı. Xülasə 3 gün bunlara möhlət verdi və 3 gündə bunlar qiyamlarından əl çəkmədilər ki, biz Yezidin hökumətini qəbul eləməyəcək və axırıncı damla qanımıza qədər də olsa döyüşəcək. 3 gündən sonra ağır bir döyüş başladı. Hansı istiqamətdən hücum elədilərsə, o istiqamətdən məğlub oldular. Hətta Bəni Haşimdən də neçə nəfər orada şəhid oldu. Məsələn, Peyğəmbərin əmisi uşaqlarından, Peyğəmbərin çox istədiyi Fadıl ibn Əbbas ki, Peyğəmbərin sevimli əmi oğlanlarından idi. Fəzil də orada həmən vaqiədə şəhid olan. Bəzilə deyirlər ki, xanım Zeynəb əleyhissalamın əri də orada ölüb. Nə dərəcə doğrudur, mən biraz inandırıcı gəlmədi. Çünki zahirən həmən vaxtda ölməyib Abdullah ibn Cəfər. Abdullah ibn Cəfərin bir oğlundan nisbət verilir ki, həmən Vaqiətul Hərrədə şəhid olubdur. Xülasə, hətta Bəni Haşimdən belə sıralamalı, tarixə baxsanız, adlar yazırlar ki, nə qədər insan orada həmən hadisədə şəhid oldu. Oğuzdan nə qədər, Xəzrəcdən nə qədər, Bəni filankəsdən, Bəni filankəsdən. O böyük tarixi şəxsiyyətlər ki var, Peyğəmbər səhabələrindən ya tabeylərdən, adları ki, tarixə bəlli idi və tarixdə mühüm şəxslərdir. Demək olar ki, əksəriyyətin adını qeyd ediblər ki, Hadisətul Hərrədə, Vaqiətul Hərrədə şəhid olanlardılar. Xülasə, Yezid Mufsid ibn Əqəbəni Şamdan çıxardan zaman ona 3 nəfərin adını vermişdi. İkisi tarixdə mən üçün tanış olmadı. Kimlərdir, nəçidirlər, nəsə. 3-cü adam İmam Səccad əleyhissalamdır. Əli ibn Hüseyin salavatullahi və səlamu aleyh idi ki, Yezid dedi ki, Əli ibn Hüseyinlə müğayət olacaq, onda işin olmasın. Çünki mənə çatan xəbər budur ki, onun o qiyamda Əli yoxdur. Yəni o cəmaatla birgə deyil. Güya da indi İmam Hüseyin əleyhissalamın qanını ki, Əli bulaşmışdı, özünü təmizə çıxartmaq üçün. Xülasə, İmam Hüseyin əleyhissalamın ailəsinə, yəni İmam Səccad əleyhissalama aman verdi ki, Mufsidə əmr elədi ki, Əli ibn Hüseyində işin olmasın və onun evinə daxil olsa da bir nəfər, onda işin olmasın. Nəysə, ağır bir müharibə oldu və həmən müharibədə Abdullah'ın neçə dənə oğlu şəhid olanı, bir oğlanların qurban verəndən sonra özü də girir müharibə, ağır müharibədən sonra gəlir Mufsidə çatan yerdə az qalır ki, öldürsün. Deyir ki, elə bildi ki, bayraq ki vardı, elə bildi bayraq, əlində bayraq olan qarışdırdı. Elə bildi ki, bunların qoşunun böyüyü budur. Gəldi, vurdu qılıncı, Abdullah ibn Hənzələ vurdu, o adamın başını kəsdi, atdı yerə, qışqırdı ki, qətəltul fasıq, qətəltul məlunu öldürdüm. O ilə qışqırdılar ki, sən yanılmısan, o səni Allah deyəm, mümkün də o bahalı paltara geyindirmişdi həmən o xadimin əyninə, həkimin əyninə. Adətən qoşun, belə də general paltarı, adı əskərin paltarına fərq eləyir də. İndi onu Allah deyən neynədir, elə bildi ki, general, qoşunun böyüyü odur, nədirsə. Xülasə, başqa bir yanlış adamı öldürdü, onun xadimi idi, qulu idi, qulamı idi, nə idisə. Özü çıxdı aradan. İstədi getsin o bir tərəfə, arxadan, deyir ki, nizə ilə vurdular, Abdullah'ın da orada şəhid elədilər. Yəni, həmən o Qəsr-ül Mələikənin oğlunu şəhid elədilər və qiyamı yatırtdılar. Yatırdandan sonra ki, cinayət buradan başladı, əmr elədi ki, qoşununa, girin Mədiniyə, hər nə istəyirsiniz eləyin.
Elə cinayətlər törətdilər. Bizim ustad vardı Şamda. Allah hifz eləsin, o deyərdi. Deyirdi ki, bir tarixdə mənim qabağıma gəldi. Deyir ki, həmən vaxtdan sonra, Hərrə hadisəsindən sonra əgər bir kişinin qapısına elçi gələrdisə, dədəsi bu başdan gələcək yeznəsinə deyirdi ki, mən bilmirəm qızım qızdı ya açılmışdı. Mən bilmirəm. Həmən hadisədə o qədər qız zorladılar ki, ata bilmirdi mənim qızım qızdı ya bakirəliyin əldən verib. Bu başdan şərtin gəzir, sabah getsən qızım qız çıxmasa, mən qəbul eləməyəcəm, çünki mən bilmirəm. Gör, nə cinayət törətdilər ki, ata belə bilmir ki, mənim qızım qızlı ya yox. Var bəzi tarixdə, gəldi deyir ki, məlun o əskərlərdən biri. Girdi otağa, gördü ki, bir qadın əlində uşaq əmizdirir. Şey istədinəm, qızıl istədinəm, heç nəyim yoxdur. Yapışdı körpə aşağı, dartdı anasının döşündən çıxartdı, vurdu divara, deyir ki, ravi deyir ki, gördüm uşağın başı aralandı, beyni töküldü yerə. Yəni, bu qədər iyrənc cinayətlər yəni. O qədər Peyğəmbər səhabəsindən tabeinlərini öldürdü, ehtimal elə ki, 1000 neçə yüz nəfər Peyğəmbər səhabəsi və mühacir və ənsardan 1000 neçə yüz nəfər, elə belə sıravi insanlardan da ki, 10.000 nəfərə qədər, bəlkə də 20.000 nəfərə qədər qadınlı, kişili adam öldürüldü həmən. Bütün Mədinə qanı su yerinə axırdı. Qanı su yerinə axıtmışdılar. Lakin bu qədər cinayətlər törətdilər ki, nəyin hesabına Yezidin nədir icra hakimini çıxardılar və Bəni Üməyyəni hakimiyyətdən uzaqlaşdırıblar. Vaxtımız yavaş-yavaş yaxınlaşır. Mənim söhbətim yenə də hələ Yezidin cinayətlərində olacaq. Yəni, hələ bəzi iyrənc cinayətlər ki vardı arağından, nə bilim, şeirindən, o sabahki söhbətə qalsın. Amma o cinayətlərindən birinə işarə eləyim ki, çox ürək dağlayan cinayətlərdən biridir ki, İmam Rıza əleyhissalam nəql eləyir. Üyuni Əxbar-ı Rizada salamullahi aleyh İmam Rıza əleyhissalam hadisəni belə nəql eləyir. Yəni, bəhsimiz yaddan çıxmasın, Yezidin cinayətlərindən danışırıq. Buyurur ki, İbn Abdus, İbn Quteybə filankəsdən nəsə hədisi nəql edir. Səmi'tu Rıza aleyhissalam. İmam Rıza aleyhissalamdan belə eşitdim. Yaqul: Ləmmə humilə rə'sul Hüseyn ilə Şam, əmərə Yezidu lə'ənəhullah. Elə ki, deyir, İmam Hüseyn əleyhissalamın mübarək başın gətirdilər Şama, Yezid lə'nətullahi aleyh əmr elədi. Fəvudi'a, qoydular bir kənara və nəsəbə aleyh, qoydular bir yerə və nəsəbə aleyhi maidətən. Qoydular məsələn bir teşdə, üstünə də məsələn bir taxtaydı, yəni nəyi qoydular, üstünə süfrə sərdilər. Gətirin. Gör, dünya hara çatıbdır ki, Fatimənin oğlunun başının üstündə süfrə sərirlər. Allah sizə lənət eləsin, Allah əzabınızı əşədd eləsin. Fəvvudi'a, və genə deyirəm, bu tarix deyil deyəsən ki, tarixsiz danışır. Rivayətdir, hədisdir. İmam Rıza əleyhissalam cəddinin başına gətirilən müsibəti nəql eləyir, rövzə oxuyuram. Fəvvudi'a və nəsəbə aleyhi maidətən. Gətirirlər üstünə bir süfrə sərdilər. Fəəqbələ huvə və əshabuhu yəkulun və yəşrəbun əl-fuqqa. Teşdi qoyublar, üstünə bir taxtadan bir şeyini atıblar, üstünə süfrə səriblər, yeyirlər, içirlər və üstündə pivə içirlər. Fuqqa yəni pivə içirlər, Allah lənət eləsin. Fələmma fərəqu. Gör, nə qədər bunlarda inad vardı, nə qədər kim vardı Əhl-i Beyt əleyhissalama qarşı. Bundan kifayətləndir? Yox, kifayətlənmədi. Fələmma fərəqu, elə ki, yemək, içməkdən, zəhərlənməklərindən qurtardılar. Əmərə bir rəs, fəvudi'a fi qistin təhtə səriri. Ondan sonra dedi, yox, o süfrənin altında hörmətsizliyim az oldu, o istəmədim, o məni qane eləmədi. Götürün, başqa teşdə qoyun, gətirin, qoyun mənim taxtımın altına ki, mən üstündə oturum. Allah sizə lənət eləsin. Allah sizin əzabınızı əşədd eləsin. Fələmmə fərəqu əmərə bir rəs fəvudi'a fi qistin təhtə səriri. Bir teşdə qoydular, gətirdi, qoydu Həzrətin başın öz oturduğu taxtın altına. Və bəsətə aleyhi ruq'ətə şitranc. Sonra qabağına bir nəsərdi, şahmat taxtası qoydu. Şahmat, şitranc, şahmat taxtası qoydu.
Və cələsə Yəzidu lə'anəhullah yəl'əbu biş-şitranc və yəzkurul Hüseyn və əbah və cəddə. Başladı o yoldaşları ilə şahmat oynaya İmam Hüseyn əleyhissalamı pis-pis sözlərlə xatırlamağa, atasını söyməyə, babasını pis-pis sözlərlə xatırlamağa. Salavatullahi aleyhim. Və yəstəhziu bi zikrihim, onları xatırladıqca ələ salırdı, istehza eləyirdi. Fəmətə qəmərə sahibəhu, elə ki, hər dəfə, imam buyurur, hər dəfə qarşıda o qumar yoldaşına qalib gəlirdi, sevindiyindən tənavələl fuqqa, götürərdi o pivəsin, fəşəribəhu thələth mərrat, 3 dəfə içərdi o pivəsindən, thumma sabbə fadlətəhu mimma yəlittayist, sonra qalanında tökürdü Həzrətin başının üstünə. Thumma sabbə fadlətəhu mimma yəlittayist minəl ard. Fəmən, yox, başın üstə yox, yalan deməyim. Rivayətə ki, fadlətəhu mimma yəlittayist. Teştin yanında yerə tökürdü minəl ard. Fəmən kanə min şiətina fəlyətəvərrə ən şurbil fuqqa və lə'ibi biş-şətranc. Həzrət buyurur ki, hər kəs bizim şiələrimizdirsə pivə içməkdən və şahmat oynamaqdan çəkinsin. Və mən nazara iləl fuqqa əv iləş-şitranc fəlyəzkuril Hüseyn. Hər kəs yarıda pivə görsə, Həzrət Cəddin xatırlıdır, hər kəs bir nəfər pivə içən görsə və yaxud şahmat oynayan görsə Cəddi Hüseyni xatırlasın. Və mən nazara iləl fuqqa əv iləş-şitranc fəlyəzkuril Hüseyn əleyhissalam və liyəl'ən Yezid və Yezidə və onun Yezid kimlərə lənət oxusun və Ali Ziyad. Yəmhullahu əzzə və cəl bizəlikə zünubəhu və ləv kanət kəədədin nücum. Allah Teala bu insanın savabı olaraq hər kəs ki şahmat oynayan gördü ya pivə gördüsə, İmam Hüseyn əleyhissalama salam göndərərsə, Yezidə və Yezid sifətlərə lənət oxuyarsa, Allah Teala onun bütün günahlarını bağışlayar, hətta onun günahları səmanın ulduzları qədər də olsa, Allah'a and verir izzətinə, cəlalına, Yezid və onun əvanına, İbn-i Mərzaniyə, ətrafındakilara yerin göyün lənəti ilə lənət eləsin və hər kəs ki Hüseyn ibn Əlini bu vaxta qədər seviblər, sevirlər, sevəcəklər hamısına da imamın buyurduğu bu savabdan əta eləsin. Elhamdülillahi Rabbil alemin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allahümme salli ala Muhammed və ali Muhammedin və əccil fərəcəhum. Deməli, ötən söhbətimizdə qeyd elədik ki, bu istiğasə barəsində danışdığımız söhbətlər öz aramızda deyil, vəhabilərlə söyülən işimiz yoxdur. Bəzi şiə qardaşlarımız şübhəyə düşüb ki, görəsən, məsumu çağırıb ondan kömək istəmək, yardım istəməklə, pul istəmək, uşaq istəməklə, şəfa istəmək olar ya olmaz. Qeyd elədik ki, hədislər həddən artıq çoxdur, müxtəlifdir. Hər babdan bir dənə, iki dənə hədis oxuyuruq. Məcmuəsini yığanda bu nəticəni alırıq ki, hətta məsumlar da belə biri digərindən kömək istəyirlər və burada şirk yoxdur. Şirk odur ki, insan məsumi müstəqil təsirdə görsün. Əgər etiqad eləsə ki, Əli əleyhissalam nəuzubillah Allahdan qırılıb təsir eləyirsə, onda olacaq şirk olacaq. Amma əgər Allahın verdiyi qüdrətlə şəfa verirsə, uşaq verirsə, nə bilim filan problemi həll eləyirsə, burada heç bir problem yoxdur. Nəysə, həmən o silsilədən bəzi hədislər oxumuşduq. Dedim ki, gələn dəstədə bir çox hədislərdə, gələn söhbətdə davam eləyərik. Gəldik, satdıq bu hədisə ki, ya Muhammed və ya Əli sözü eşidəndə şeytan əriyir. Ya Allah demir, ya Muhammed, ya Əli. Oxuyacam hədisi. İmam Əleyhisselam buyurur ki, hər vaxt şeytan görəndə ki, bir nəfər ya Muhammed, ya Əli çağırır, şeytan əriyir, suya dönür, bədbəxt olur, çarəsiz olur. Neçə ən Cabir qalə, əradə Əbu Cəfər əleyhissalam ər-rukub ilə bəzi şiəti liyəudehu. İmam Baqir əleyhissalam atına hansısa bir dənə şiəsinin evinə baş çəkməyə gedirdi. Fəqalə ya Cabir ilhaqni fətəbi'tuhu. Cabir cavab edir ki, İmam əleyhissalam mən dedi ki, mənim dalımdan gəldi. Fələmmən təhə ilə babid-dar xərəcə aleynə ibnun ləhu sagir. Fəqal ləhu Əbu Cəfər əleyhissalam ma ismuk. İmam əleyhissalamdan şiəsinin evinə baş çəkməyə gedir. Cabir cavab edir ki, İmam böyük sahabələrlə yəni aparır. Nəsə deyir, qapıya çatdıq. Bir uşaq çıxdı, 5 yaşı var, 6 yaşı var uşağın, çıxdı qapıya. Həzrət uşaqdan soruşdu ki, adın nədir? Qalə Muhammed. Uşaq dedi ki, adı Muhammeddir. Qalə fəma tükənna, kunyon nədir? Ərəblərdə adətidir. Uşaq hətta balaca da olsa Əbu filan kəs deyərdilər. Qız uşağı olanda, ta ki məsələn təzə doğulurdu, adını qoydu Zeynəb, adını qoydu məsələn Ümmü Əli.
Hələ bu böyüyəcək, ərə gedəcək, oğlu olacaq məsələn deyə Əli ilə dedi Ümmü Əli. Ortada heç nə olmuyor. Heç nə olmuyor mu? Hə. Künyə qoyur. Künyə qoyurlar, hə. Hə. Adət idi. Ərəblərdə xoş adətdir. Oğlan uşağına Əbu filan kəs deyərdilər, qız uşağına Ümmü filan kəs deyərdilər. Abbas Salih oradan gələ bilər mi? Ola bilər, hə, nəysə. O mümkündür İmam Hüseyn əleyhissalam ki, Əbu Abdullah Həzrət İmam Zaman əleyhissalam Əbu Salih künyəsi ki var, mümkündür oğlunun adına görə deyil. Orada başqa bir mənadır. Yəni Əbu Abd ümmət mənasındadır. O başqa bir mənadır. Nəysə xülasədə imam ondan soruşdu ki, bu uşağa deyil. Adın nədir? Muhammed. Kunyon nədir? Fəmatu kənna. Qalə bi Ali, yəni Əbu Ali deyirlər. Atam, anam məsələn Əbu Alidir. Balaca uşaqdır. Fəqalə ləhu Əbu Cəfər əleyhissalam ləqəd ihtizartə minəş-şeytan ihtizarən şədidən. Bəhsimiz yaddan çıxmasın. Bizim bəhsimiz buradadır ki, ya Əli, ya Muhammed çağırmaq olar ya olmaz. Davamız bunun davasıdır. İmam o uşağa deyir ki, adı nədir? Muhammed. Kunyon nədir? Əbu Ali deyirlər mənə. Deyir ki, Həzrət buyurdu ki, demək sən özünü şeytandan bir hasara salmışsan. Şeytan sənə nüfuz eləyə bilməz. İhtizar eləmişsən. Hazır, yəni qorumusan. İnnə şeytan izə səmiə munadiyyən yunadi. Bizə lazım olan hissəsi budur. Əgər bir zamanda şeytan eşitsə ki, bir nəfər çağırır, ya Muhammed, ya Ali, zəbə kəma yəzubur rəsas. Qurğuşun istidə əriyən kimi şeytan da ya Muhammed, ya Ali nidasını eşidəndə başına daş düşür. Əriyir. Mən demirəm, İmam Baqir Əleyhisselam buyurur ki, hər zaman iblis, şeytan, şər qüvvələr ya Muhammed, ya Ali nidasını eşidirsə, əriyir. Necə ki, qurğuşun əriyər. Hətta izə səmiyə munadiyyən yunadi bismi əduvü min ə'dayını ihtəzə və ixtalə. Eləcə də əksinə də hər zaman düşmənlərimizin adını, Əbu Bəkirin adını, Ömərin adını, Muaviyyənin adını, Yezdin adını eşidəndə sevinir. Ya Muhammed, ya Ali nidasını eşidəndə əriyir, düşmənlərimizin adını eşidəndə kef eləyir. Digər bir hədis. Vətrün qunutunda da İmam Əleyhisselam buyurardı ki, ya Muhammed ətəqərrabikə iləllahi Rabbi. Ya Muhammed, imam duasına çağırırdı. Muqniyyədə gəlibdir, 126 səhifədə Şeyx Müfid nəql edir. Ya Muhammed ətəqərrəbu bikə ilallah. Yəni imam birbaşa dua vətr namazının qunutunda peyğəmbəri çağırırdı, Allahı yox. Demir ilahi Muhammedin vasitəsilə yaxınlaşıram. Ya Muhammed sənin vasitəsilə Allaha yaxınlaşıram. Yəni bizə lazım olan hissəsini kəsib qoyub ora. Yaxud digər bir hədisdə İmam Hüseyn əleyhissalama ki, xəbər çatıbdır. Yezid əl çəkməyəcək, ondan beyət tələb eləyir, incidir imamı, məcbur eləyir ki, ona beyət eləsin. Və əqbələ ilə qəbri cəddihi sallallahu aleyhi və alihi və səlləm. Həzrət gəldi cəddinin qəbrinə və fəqalə əssəlamu aleykə ya Rəsuləllah, ənəl Hüseyin ibn Fatimə, fərəxukə və ibn fərəxətik. Salam verdi babasına, dedi ki, ey cəddah, ey Peyğəmbər, ey Allahın Rəsulü, mən sənin Hüseynim, sənin balaca fərəx, yəni təzə belə deyir, balaca cücə mənasındadır da, şirin mənasındadır. Necə tərcümə edir ki, fərəx, yəni balaca cücələrə fərəx deyirlər. Yəni mən sənin fərəxinəm, sənin balaca balonam və qızın oğluyam mən. Ənə fərəxukə və ibn fərxətik və sibtukəlləzi xəlləftəni fi ümmətik. Mən sənin balonam, mən sənin nəvənəm ki, bu ümmətin arasında məni qoyub getmişdin. Fəşhəd aleyhim ya nəbiyyəllah, innəhum qəd xəzəluni. Bunlar məni meydana tək qoydular, məni köməksiz qoydular. Və da'afuni və ləm yəhfəzuni. Mənim hörmətimi saxlamadılar. Və hazihi şəkvaya iləykə həttə əlqəkə. Xülasə, bu nə üçün dəli gətirib? Deyir ki, Peyğəmbərə xitab edirdi ki, iləykə əşkukə. Sənə şikayət edirəm, sənə qovuşana qədər, ya Peyğəmbər, ya Cəddah. Niyə görə imam gəlib Peyğəmbərin qəbri yanında Allah ilə danışmadı? Niyə dedi, ilahi, Peyğəmbərə xatir mənə kömək elə, nə bunlar mənə tək qoyurlar meydanda mənə? Niyə Peyğəmbərlə danışır? Peyğəmbər ölüb də. Deməli onda, imam dərdin Peyğəmbərə danışırsa, bu şey caiz bir şeymiyir. Yaxud İmam Kazım əleyhissalamdan. O da yenə cəddi Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin qəbrinə deyir ki, qalə səmiyyətu əbiyyəqu ləmmə qubidar rəşid qabadar rəşidu alə Musa ibn Cəfər aleyhissalam qabada aleyhi və huvə ində rəsin nəbi sallallahu aleyhi və səlləm qaimən yusalli fəqata aleyhi salatəh və həmələ və huvə yəbki və yəqul əşku iləykə ya Rəsuləllah mə əlqa. Həzrət İmam Kazım əleyhissalam cəddinin qəbrinin yanında namaz qılırdı. Harun Rəşid adamla gəldi, elə orada tutturdu aparmağa. İmamın namazını kəsdilər, namaz əsnasında sanki sürüyə-sürüyə imamın qəbirdən çıxartmağa.
İmam Əleyhissalam üzünü döndərdi Peyğəmbərin qəbrinə, buyurdu ki, demək hədisində, əşku iləkə ya Rəsulallah, sənə şikayət eləyirəm. Niyə Allah şikayət eləmədi? Səndən kömək istəyirəm, sənə şikayət eləyirəm. Məsum idi də, Allahdan istəyər də. Niyə zəddindən istəyir? Allahdan istəsin də. Digər bir hədisdə deyir ki, Ya Muhammed, Ya Resulallah zikri gəlibdir. Ən Əbi Həmzə, Ənil Baqir aleyhissalam qal fi duayin. Ya Muhammed, Ya Resulallah, inni ətəvəccəhu bikə ilallah. Və bu barədə çoxlu hədislər var. Birbaşa Peyğəmbərə deyir ki, sənin vasitən Allah yaxınlaşıram, Ya Muhammed, ətəvəccə iləykə və həddən artıq hədislərdə çox gəlir. Ənil Sadiq aleyhissalam fi duayin. Ya Muhammed, Ya Resulallah, əşku ilallahi və iləykə hacəti. Bunda Məvzubillah, İmam Sadiq Aleyhisselam bizi şirkə dəvət edir. Deyir ki, İmam Sadiq Aleyhisselam buyurardı ki, dualarında, Ya Muhammed, Ya Resulallah. Allah'a demir, Peyğəmbərə xitab edir. Ey Muhammed, ey Allah'ın Resulü, əşku ilallahi və iləykə hacəti. Həm Allah'a, həm də sənə şikayət edirəm hacətimi. Səndən istəyirəm. Əgərsə, Allah'tan başqasından kömək istəmək, ona dərdin demək şirk olsaydı, onda İmam Sadiq Aleyhisselam o işi görməzdi. Deməli onda bu şey şər'ən caizdir. El-müstəğasu billah və rəsulih. Deyir ki, dəxəltu alə Əbi Abdillah aleyhissalam bil-Kufə və qədimə ləhu təbəqu rutabin təbərzətdir, tuburzutdur, nəsə bilməm nətər oxunacaq və huvə yəkulum. Həmən bu adam deyir ki, İmam Əleyhissalam məhzərinə daxil oldum. Zahirən İmam Əleyhissalam burada Kufədə olduğu vaxtlarda oldu. Yəni Mədinədə deyil, buradaydı. Daxil oldum deyir ki, Həzrətin məhzərində xurma qoymuşlar, tuburzutdur, tabarzətdir, nəsə xurma növüdür, nəsə. Yəni ondan meyl eləyirdi Həzrət. Deməli ki, ya bəşər, udunu fəkul. Yaxınlaş və məndən bir yerdə bu xurmadan ye. Qultu hənnəəkəllah və cəaləni fidak. Qəd əxədətnil ğirə min şeyin rəəytuhu fi tariqi avca qalbi. Dedim ki, ağa, sənə qurban olum, yediyin sənə nuş olsun, nuşcanlıq nə ye, amma mən yeyə bilmərəm. Yolda bir şey gördüm, çox pis oldum, qeyrət məni boğur. Şiyəli qeyrətim məni boğur, yeyə bilmərəm, sən yecinə, sənə nuş olsun. Qəlbimi ağrətdi. Və bələğə minni, mən belə deyə bağrım çatdır. Fəqalə li bihəqqi ləma dənəvtə fəəkəld. Dedi ki, sənə an verəm haqqıma ki, yaxın oturur, ye məndən. Qal və dənəvtü fəəkəldu. Fəqalə li hədisək. Bir neçədən o xurmadan yiyəndən sonra diqqət dedi, indi də görüm nə görmüşdü yolda. Qultu rəəytu cilvazən yadribu rəəsə imrəətin yəsuquha iləl həbs və hiyə tunadi bi əla savtiha. Yolla gəlirdim, tərəf məsələn, istiqamətə gəlirdim, gördüm ki, hökumətin polisləri, hökumətin əskərləri bir qadının başına döyə-döyə, sürüyə-sürüyə aparırlar türməyə tərəf. Və o qadın da uca səsindən qışqırır ki, və hiyə tunadi bi əla savtiha, əl-müstəğasu billah və rəsulih. Yalnız kömək Allahdan, onun Peyğəmbərləndir və la yuğisuha əhəd. Heç kəs o qadının dadına çatmırdı. Sürüyə-sürüyə türməyə aparırlar və heç kəs ona kömək eləmir. Qal vəli məfuilə bihəzək. Dedi, bə yaxşı, o qadın nə eləmişdi ki, onun başına vururdular, başına vura-vura sürüyə-sürüyə aparırdılar. Qalə səmi'tun nasə yəqulun. Deyir, gördüm ki, eşitdim ki, cəmaat dedilər ki, innəhə əsərət fəqalət. Qadın ayağı burxulub, yıxılıbdı, ayağı burxulub, yıxılanda deyir ki, lə'ənəllahu zalimikə ya Fatimə. Xanım Zəhra aleyhissalamın zalimlarına, qatillərinə lənət oxuyub. Fərtukibə minhə mərtukib. Ona görə bunu döyə-döyə apardılar. Qal fəqata'al əkl və ləm yəzəl yəbki həttə btəllə mindilə və lihiyyətə və sədrəhu biddumu. Deyir ki, Həzrət bu sözü eşitdi və o qədər möhkəm ağladı ki, mübarək saqqalı üzünün, gözünün yaşı ilə doldu belə. Üzü başı töküldü su. Sual, həmən vaxtda imamın vəzifəsi idi ki, etiraz edəsin, desin ki, zəhmət çəkərdi, məsələn, o sözü deməzdi. Yəni, iki şey imam sanki təsdiqlədi. Eyni zamanda ki, təsdiqlədi ki, o qadın orada bir pis iş görməmişdi ki, xanım Zəhranın qatillərinə, zalimlarına lənət oxumuşdu. Eyni zamanda bu deyir ki, əl-müstəğasu bikə və əl-müstəğasu bikə ya Rəsulallah. Kömək yalnız səndəndir ya Rəsulallah, heç kəsə də kömək eləmirdi.
imamın haqqı var idi ki, imam boyunda haqqıdır ki, bizə etiraz eləsin ki, düzdür məsələn fərzən deyək ki, o avam adamdır, amma yenə də o sözü deməməli idi. O, məsələn, şirk eləmişdi, o şirk etməməli idi. Deməli, onda imam əgərsə o qadının hərəkətini eşidirsə, burada artıq dəlilimiz nədir? Qolul məsumdur, feylül məsumdur. Daha doğrusu, təqrirül məsum, məsumun təqriri. Məsum bir şiyəsinin hərəkətini görür və ona etiraz eləmir. Bir şiyəsi əl-müstəğasu bikə ya Rəsulallah deyir, kömək yalnız səndən deməsən deyir, ya Rəsulallah eşidir və məsumuna etiraz eləmir. Məsumun etiraz etməmək demək onda nədir? Özü dəlildir ki, o şey haram deyilmiş, qadağan deyilmiş. Digər bir hədisdə İmam Həsən və İmam Hüseyin əleyhissalamın ya Cəddah, ya Rəsulallah nidası. Deyir ki, Əli əleyhissalamın haqqı ki, qəsb olundu, sürüyə apardılar. Əbu Bəkirin olduğu yerə, indi məscidin içindeydi ya, haradaydısa, həmən yerə, zahirən məscidin içində olub hadisə. Ömər Əbu Bəkirə qayıt dedi ki, və huvə calisun fəvqəl minbər, ma yuclisuke fəvqəl minbər və haza calisun muharib. Deyir ki, səni o minbərdə saxlamayacaq, yəni sənin o minbərdə qalmağın davamlı olmayacaq, nə qədər ki, bu sənin düşmənindir, yəni Əli Əleyhisselam sənin beyət eləməyib. La yəqumu fina fə yubayi'uk. Hökmən qalxıb sənə beyət eləməlidir. Əv təəmuru bihi fə yudrab unuquh. Yaxud da ki, əmr elə onun başını kəsək. Ömər Əbu Bəkirə deyir ki, sənin belə dedi, hökumətin davam eləməyəcək, nə qədər ki, Əli sənə beyət eləməyəcək. Ya beyət eləəcək də başını kəsərik. Beyət eləməyəcək başını kəsək. Vəl-Həsənu vəl-Hüseyin əleyhiməssəlam qaiməni alə rəsi Əliyin əleyhissalam. İmam Həsən, İmam Hüseyin 4-5 yaşları var. Neçə yaşları? 6-7 yaşları vardı. Əli Əleyhisselam yanındadılar. Fələmma səmi'a məqalətə Ömər bəkəyə və rəfa əsvatəhum. Elə ki, eşitdilər ki, Ömər deyir, Əlinin başını kəsək. Ağladılar və dedilər, ya Cəddah, ya Rəsuləllah. Allahı çağırmadılar, Peyğəmbəri çağırdılar. Peyğəmbər də onda ölmüşdü. İmam Həsən, İmam Hüseyin əleyhissalam, nəuzubillah, onda şirk edirdi. Allah qalıb Peyğəmbəri çağırır ki, ya Cəddah, ya Rəsuləllah. Deyir ki, Əli əleyhissalam bu sözü eşitdilər, fədamməhuma Əliyyun əleyhissalam ilə sadri. Həzrət Əmir əleyhissalam balaların bastı bağrına və qalə, la təbkiyə, fəvallahi la yəqdirani ələ qətli əbikuma. Balalarım ağlamayın, onlar atanızı öldürə bilməz. Huma əqəl və əzəl və ədxər min zalik. Onlar çox-çox kiçiklər ki, atınızı öldürə bilsinlər. Digər bir hədisdə, ya Muhammed, ya Əbəl Qasimah. Deməli, qalə Əbu Həmzə Thumali, rivayət uzun rivayətdir. Əbu Həmzə Thumali imamların məhrəm əsrarlarındandır. Yəni, 3 dənə imamımızın yaxınlarına olur. İmam Səccad əleyhissalam, İmam Baqir və İmam Sadiq əleyhissalam. Və adətən imamlar etibar elədiyi ravilərə mümkün də elə şey verərdilər ki, onun çəkəcəyi vardı, tutacağı vardı, onun qabiliyyəti vardı, başqalarına verməzlər. İnsan bu cürdə, insan yaxın etibarı bilinən bir şeylər verər ki, başqasına verməyib. Mümkündür, Əbu Həmzə Somali bu rivayətdə belə başa düşürük. Əbu Həmzə Somaliyə imam bir şey öyrətmişmiş ki, avam belədir, aşağı ravilərin nəzərində bu şirk kimi görsənir. Şimdi məsələn, bəzi qardaşlar təhəmmül edirlər, bəzi şey çəkə bilmirlər. Əbu Həmzə bir şey deyir, o yanındakilər etiraz edir ki, yox, imam belə deməz, nə bilməsən, belə şirki isi gəlir, nə neyinir. Və Əbu Həmzə də hirslənir, əsəbləşir ki, ona deməyəcəm. Məsələn, dua öyrədəcəkdi, bir şey öyrədəcəkdi onlara ki, imamdan öyrəndiyi bir şey öyrədəcəkdi. Ondan sonra Hümran, Zürarənin qardaşı, Həmran ibn Əyən, yalvar yaxar eləyir Əbu Həmzəyə ki, inad eləmə, küsməcinə, qələt elədiyim söz dedi, bizə de. Ondan sonra Əbu Həmzə bəzi şeylər danışır. İndi sözün əvvəli nəymişsə, işim yoxdur. Demək, ondan nəsə kimsə küstür, incidir, demək istəmir, sonradan qayıdır, sözü deyil. Deyir ki, fəkələtkə ummuk, leysə haza sihrun. Sən anon, öləsən anon sənin matəmində əyləşsin. Bu öyrətdiyim sehirdir. İnni zəkərtu duan səmi'tu min Mevlaya Ali ibn Hüseyin əleyhissalam. Bu bir duadır ki, mən Mövlam İmam Səccad əleyhissalamı eşitmişəm. Fədəavtu bih. Onu diyor. Fekal allimnihi. Fekultu ba'de ma semi'tu ma qult. Dedim ondan mənə də öyrədin ki, bu dediyin axmaq sözlərdən sonra sən o söz duanı öyrədərəm. La vallah. Və la ni'mə. De ki, yox, öyrətmərəm. Və la ni'mə. Eynun ləstə min əhli.
Və la ni'mətə əynin ləstə min əhlisən. O əhldən deyilsən ki, məsələn, bu duanı öyrədəm. Qalə Həmran ibn Əyən fəqultu li Əbi Həmzə nəşəttükə billah illa ma əvrəttənah. Deyir ki, Zürarənin qardaşı Həmran deyir ki, mən qayıtdım Əbu Həmzə dedim ki, səni and verəm Allaha ki, bizi məhrum eləmə. Bu nə öyrənmişdinsə Həzrətdən öyrət bizə. Fəqalə Subhanallah, ma zəkərtu ma qultə illa və ənə ufidukum. Dedi ki, o şey ki, zikr elədim, xatırladım, onu öyrədəcəm sizə bu kutubu, yazın. Və zəkər duan ilə ənqal. Rabbi dua öyrətdi. Əbu Həmzə, İmam Səccad Əleyhisselam öyrəndi bir duanı öyrədi oralara. Qal, ya Muhammed, ya Əbəl Qasimah. İmam duasının içində Allah'ı çağırmır, Peyğəmbəri çağırır. Ey Muhammed, ey Əbul Qasim, bi əbi əntə və ummi iləllahi ətəşəffə' bik vəl əyimmət min vuldik. Allah'a şəfi gətirəm sən, yəni sənin vasitən Allah'a yaxınlaşıram və bil əymə min vuldik və sənin övladlarının vasitən və bi Aliyin əmiril müminin və Fatimə vəl Həsən vəl Hüseyin və Ali ibn Hüseyin bir imamların adını sayır. Yəni bu duanın içində Allah'ı çağırmır, Peyğəmbəri çağırır və onun vasitəsilə Allah çağırır. Başqa bir duada, başqa bir hədisdə deyir ki, İzə kanət li əhədikum istiğazə ilə Allah Teala fəl yusalli rəkətin thumma yəscud və yəqul ya Muhammed ya Resulallah. İmam Sadiq Əleyhisselam buyurur ki, hər zaman sizlərdən birinin bir hacəti oldusa, onda 2 rükət ehtiyac namazı, hacət namazı qılsın, fəlyusalli rəkətəyn, thumma yəscud, səcdə eləsin və yəqul, və belə desin, ya Muhammed, ya Resulallah, ya Ali, ya Muhammed, namazı qılsın, thumma yəscud. Çox maraqlı da, səcdə ibadətin ən zirvəsidir. Mən demir, bunu imamdan nəqlən hədis deyir. Namazı qıl qutar, səcdə halında denən ya Muhammed, ya Ali. Nəinki oturduğun halda. Səcdə halında desin, thumma yəscud və yəqul. Səcdə eləsin və səcdə desin, ya Muhammed, ya Resulallah, ya Ali. Səcdə də çağırsın Muhammedi və Alini. Ya Muhammed, ya Resulallah, ya Ali, ya Seyyidəl müminin vəl müminat. Zahirən Əleyhisselam xitabdır. Ey mömin kişi və mömin qadınların seyyidi, bikuma əstəğis ilə Allah Teala. Sizin vasitənizlə Allahdan kömək istəyirəm. Ya Muhammed, ya Ali əstəğisu bikuma hədisində dalısı vardır. Deməli onda İmam Əleyhisselam hətta nəinki adı, hətta səcdə halına belə ya Muhammed, ya Ali zikri deyib onlardan kömək istəmək heç bir problemi yoxdur. Digər bir hədisdə Məsum xanım Zəhra əleyhissalam çağırır. Deyir ki, ən Ali ibn Əbi Həmzə, ən Əbi İbrahim əleyhissalam. Zahirən bu hadisə Əbu Həmzə Bətaininin yaxşı vaxtlarında olub. Çünki Əbu Həmzə Bətaini İmam Kazım əleyhissalam böyük sahabələrindən, sonra Vaqifi məzhəbi Quran məlunlardan oldu. Bu hədisi nəql etdiyi vaxt zahirən hələ yaxşı vaxtdır. Çünki İmam Kazım əleyhissalam, Əbu İbrahim, yəni İmam Kazım əleyhissalam hadisəsi deyəm. Əbu Həmzə Bətainidir. Əbu Həmzə Bətaini. Deyir ki, Əbu Həmzə Bətaini, bayaq dedim Əbu Həmzə başqa idi. O Əbu Həmzə Somali idi. Bu Əbu Həmzə Bətainidir. İmam Səccad əleyhissalam, o İmam Səccad əleyhissalam sahabəsi Əbu Həmzədir. Bu Əbu Həmzə Bətaini İmam Kazım və İmam Rıza əleyhissalamın zamanında yaşayır. Bu Əbu Həmzə Bətaini zahirən elə yaxşı vaxtlarındaydı, imamın vəkil olduğu vaxtlarındaydı. Deyir ki, daxil oldum Əbu İbrahim, yəni İmam Kazım əleyhissalam məhzərinə. İmam Kazım əleyhissalam qalə li inni ləməv'ukum munzu 7 əşhur. Və ləqəd vu'ikə ibn 12 şəhrən. İndi həmən dövrdə xüsusi bir xəstəliymiş, o yəni temperatur, qızma xəstəliyi də. Qızdırma xəstəliyi. Əbu Həmzə Bətaini deyir ki, Həzrət İmam Kazım əleyhissalam mən dedi ki, 7 ay, 7 əşhur. 7 ayda qızma xəstəliyi məndən götürülmür. Oğlum isə, İmam Kazım əleyhissalam, oğlum isə 12 aydır, yəni 1 ilə yaxındır ki, qızma xəstəliyi ondan götürülmür. Və ləqəd vu'ikə ibn 12 şəhrən. Və hiyə tudaifu aleynə, gün-gündən də artır. Əşərtu ənəh la təxud fil cəsədi kulləh. Belə istəyirəm ki, bütün bədənimi sanki elə bir ot götürüb, məsələn. Rubbəmə əxədtu fi a'ləl cəsəd və ləm təxud fi əsvəlih. Bəzən deyir ki, aşağıdan hiss eləyirəm, yuxarıda olmur. Bəzən yuxarıda hiss eləyirəm, aşağıda olmur, sanki yayılır bədənim, bəzən belə olur. Və rubbəmə əxədtu fi əsvəlihi, əxədət fi əsvəlihi və ləm təxud fi a'lə. Hərarəni götürəyək, hərarən deyir ki, əxədət olsun. Bəzən görürsən, qızdırma aşağıdan başlayır, yuxarısında olur. Yuxarıda bədənin yuxarısında olur, aşağısında olmur. Nəsə danışır Həzrət, bədənin halətini danışır. Qultu cu'iltu fidək, bizə lazım olan bu hissəsidir.
İn əzintə li həddəstuke bi hadisin ən Əbi Bəsir ən cəddik. Dedim, ağa, icazə versəydin Əbu Bəsirdən ki, bir hədis eşitmişdim, o da cəddindən eşitmişdi. O hədisi icazə versən sənə nəql edeyim. Ənəhu kana izə vu'ika istəanə bil mail barid. Deyir ki, fəyəkunu ləhu thawban. Deyir ki, Əbu Bəsir deyirdi ki, cəddin İmam Baqir əleyhissalam elə ki, bədəndə qızma xəstəliyi olardı, soyuq su tələb edərdi və 2 dənə paltarı olardı. Fəyəkunu ləhu thawban, thawbun fil mail barid və thawbun ələ cəsədihi. Yanında da sərin su qoydurardı, soyuq su qoydurardı, su dicdaşəsini, paltarını salırdı soyuğa. Geyinirdi, biraz bədəni qızanda gene dəyişirdi. Yəni paltarları isladıb geyinirdi bədəni ki, bədəninin qızmasını aparsın. Və thawbun ələ cəsədihi. Yuravihu beynəhuma, tez-tez dəyişərdi o yaş paltarlar, tez-tez geyinərdi ki, bədəninin qızması geçsin. Bizə lazım olan bunlar hamısı müqəddimə idi bu sözün. Thumma yunadi hatta yusma savtuhu ala babid dar. Ya Fatimə bint Muhammed fəqalə sadaqt. Kafidəndir rivayət 8-ci səhifə 109. Dedi ki, Cəddin İmam Baqir əleyhissalam ucaq səsindən elə qışqırardı ki, hətta çöl darvazanın ağzındakı eşidərdi ki, qışqırardı Ya Fatimə bint Muhammed, yəni xanım Zəhra ki, Peyğəmbərin qızıdır. Məsum imam xəstədir, bədənində problem vardı, Allah yox xanım Zəhranı çağırır. Sonra da bu nəfərin sözüdür. İmam təsdiq edib, düz deyirsən, yalan demirsən. Əbu Bəsir düz deyib. Əbu Bəsir rivayəti düz deyib. İmam Baqir əleyhissalam xəstələnən zaman Allah yox, xanım Zəhranı çağırırdı. Fatimə binti Muhammədi çağırırdı. Adətən insanların zehnində bu belə təfəkkür vardır ki, kömək ancaq Allahdandır. Və dərhalda namaz deyir ki, İyyəkə nə'budu, İyyəkə nəstə'in. Amma dediyim kimi, rivayətlərə baxanda görür ki, yox, müstəqil kömək Allahdan olmalıdır, amma qeyri-müstəqil kömək imamlardan ya məsumlardan heç problem yoxdur. Və çoxlu dualarda gəlib ki, həmən dualarda məsələn birincidir ki, hər Şəban ayında bu şey oxuyuruq. Allahümmə salli ala Muhammedin və ali Muhammed şəcərətin nübuvvə hər gün Şəban ayının müstəhəb əməli ki var, günorta namazından sonra oxuyuruq. Hər Şəban ayının günorta namazından sonra oxunan şəcərətin nübuvvə ki müfəssəl bir duadır. Və mavdi'ir risale və muxtəlifəl mələikə və ma'dinil ilm və əhli beytil vəhy deyirik. Ondan sonra nə deyirik? Allahümmə salli ala Muhammedin və ali Muhammed əl-kəhfil hasin. Allahım Muhammed və onun ailəsinə salam salavatı göndər. Əl-kəhfil hasin yenilməz qaladılar. Və qiyasil muttarril müstəkin çıxılmaz vəziyyətdə qalanların köməkçiləridirlər. Yəni onda Əhl-i Beyt əleyhissalam bizi şirkə dəvət eləyir ki, biz Əhl-i Beyt əleyhissalamı Allahın höccətlərin qiyasul muttarril müstəkin bilək və məlcəil haribin və muncil xaifin və ismətil mu'tasimin, qorxanların yeri, nə bilim deyə, mu'tasimlərin, sığınmaq istəyənlərin sığınacaq yeri, maşallah, bir-birinin vəsfini. Bu da bir dəlildir ki, onda məsum bizə dua öyrədir, Şəban ayı Allahın ən mühüm ayında, hər gün məsələn, günorta namazından sonra Əhl-i Beytə xitab edir ki, siz köməksizlərin köməyi. Görür, Allah köməksin, köməksizdir. Digər bir hədis. Ya Mevlati ya Fatimətə əğisin. Misbahda, deyir ki, Qəbəsül Misbah kitabında Sehreşdidir, nədir? Şeyx Tusi'nin tələbəsi, nəql hədisi kimdən? Ənis-Sadiq əleyhissalam qal. İzə kanət ləkə hacə iləllah və duqtə biha zər'ən fəsalli rəkəteyn. Elə ki, hacətin, problemin belə də çox çətin vəziyyətə gəlib çatdı ki, artıq heç kəs sənə kömək elə bilmir, hər yerdən çarə yolların kəsilibdir, 2 rükət namaz qıl. Fəizə səlləmtə kəbbirillah sələsən. Namazı qutarandan sonra 3 dəfə Allahu Ekber denən və səbbih təsbih Fatimə əleyhissalam və xanım Zəhra əleyhissalamın zikrini denən, təsbih denən. Thumməscud, sonra səcdə elə. Və qul 100 mərrə və səcdə halındaykən bu sözü denə. Ya Mevlati, ya Fatimə əğisini. Thumma da xəddəkə ləmin ələl ard və qul misli zalik. Thumma ud ilə sucud və qul zalikə 100 mərrə. Deyir ki, namazı qutar. Ondan sonra alını qoy
türbəti alınır qoy möhrə. Denən ki 100 dəfə denən. Ey xanım Zəhra, ey Fatimə Zəhra, əğisini mənə yardım elə. Əğisini. Qovs yəni kömək yardım elə. Sonra sağ üzü qoy, sol üzü qoy, sonra nə bilim təzədən alını qoy və hər dəfəsində də 100 dəfə xanım Zəhradan kömək istə, səcdədə kömək istə. Demək ondan əuzubillah İmam Sadiq eləsən bizi şirkə dəvət eləməz ki. Deyərdi ki, elə bu cür öyrədərdi də bizə. Çünki bunlar hamısı şiyələrə xitabdır. İmam Əleyhisselam bağlı kəsmirdi, mənə bu cür öyrətsin ki, çarəsiz vəziyyətdə qalanda alını qoy torpağa, denən ki, ilahi səni and verirəm xanım Zəhranın ehtiramına mənə. Bunu deyə bilərdi də. Niyə deməli? İmam Nəvzul bağlı kəsmir. İmam şuuru şəkildə deyir ki, əgər elə bir halətə qalıbsan ki, heç kəs sənə kömək eləməyəcək, bütün çarə yolların bağlanıb. Rivayət nə vücürdür? Yəni Sadiq əleyhissalam, İzâ kânət ləkə hacətun iləllah. Əgər Allaha bir hacətin varsa ki, da heç yol yoxdur. Və duqtə bihazərəm, yığılıb qalıbsan burada, heç bir yerin yolun yoxdur. Bütün çarə yolların bağlanıb. Bütün çarə yolların bağlanan halda demir denən ki, ilahi xanım Zəhraya xatir hacətimi ver. Denir ki, ey xanım Fatimə Zəhra, əğisini mənim dadıma çat. İmam deyər, belə deyər ki, Allahdan istə. İmam demir Allahdan istə, deyir ki, xanım Zəhradan istə. Denən əğisini. Və zkur hacətəkə fə innəllah yaqlıya. Ondan sonra bu dediyim proses Həzrət buyurur ki, alnı qoyandan sonra sağ üzü, sol üzü qoy, hər dəfə 100 dəfə xanım Zəhranı çağırandan sonra, ondan sonra hacətini istə, fə innəllah yaqlıya. Allah Teala hacəti rəva eləyər. Nəhnu babul qavsına əmirul müminun qavsul muhtarin və ilaxır və s. Bu həddən artıq çoxdur, onu istəmirəm çox da vaxtı təkrar şeylər çox olmayayım ona görə. Deyir ki, Salatul Hüccəl qaim əccələ fərəcəşər rəkəteyn. Təqra fi kulli rəkətin Fatihətil kitab ilə İyyəkə nə'budu və İyyəkə nəstə'in. Thumma yəqul 100 mərrə İyyəkə nə'budu və İyyəkə nəstə'in. Thumma tutimmu qira'atul Fatihə və təqra ba'da el-İxlas mərrə vahidə və təd'u aqibə və təqul Allahumma azzuməl bəla və bərihəl xəfa və nkəşəfəl ğita. Ki, bu neçə forması ilə gəlibdir. İmam Zaman əleyhissalamın namazından sonra və digər yerdə də mərufdur. İmam Zaman əleyhissalamı çağırır, Allah'ı çağırandan sonra, ta ki Allah ilə istiğasədən sonra, nə bu söz deyirik? Belə deyirik, deyirik ki, Allahümme salli ala Muhammedin və ali Muhammed, əlləzinə əmərtənə bi taatihim. Bizə əmr eləmiş onlara itaat elə və əccil fərəcəhum bi qaimihim və azhir i'zazəhu. Sonra deyirik, bizə lazım olan səs budur. Ya Muhammedu ya Ali, ya Aliyu ya Muhammed. Maraqlı burasındadır ki, kafi Allahın adlarındandır. Kafi Allahın adlarındandır. Yəni hər şeyə bəs edən, kifayət edən. İkfiyani fə innəkuma kafiyan. Ey Muhammed, ey Əli, ikfiyani, mənə bəs olun. Fə innəkuma kafiyan, siz o kafilər. Onda denən ki, imam, nəuzubillah, bizi vadar elə ki, bizi şirk edək. Allahın kafi adın Peyğəmbərə və Əliyə nisbət verir. Ya Muhammedu, ya Ali, ikfiyani fə innəkuma kafiyan. Vənsurani fə innəkuma nasiran. Mənə kömək eləyən, siz kömək eləyənlərsiniz. Vəhfəzani fə innəkuma hafizay. Məni qoruyun. Hafizə Allahın adıdır. Niyə görə Peyğəmbərə deyir, ilahi. İmam mənə bu cür öyrədə bilərdi, şuuru şəkildə ki, Allahdan istə, imamdan istəmə, deyərdi ki, ged Allaha denə ki, Allah, Peyğəmbər və Əliyə xatircülər sənin üçün əziz bəndələrdir, mən hifz elə. Bunu öyrədə bildiyi halda mənə deyir ki, namazdan sonra bu cür deyəcəksən. Deyirsən, ya Muhammed, ya Ali, ihfizani, siz ikiz qoruyun məni. Hifz sözün Allah yox, Peyğəmbər Əliyə nisbət verir. Yaxşı, nə deyək? Bir dənə döy hədis, 2 dənə döy, 3 dənə döy, 10 dənə döy, 50 dənə döy, 100 hədis. Hər babdan bir 2 dənə şey seçirəm. Mən Allah kömək olsun, seçim yığıblar ora. Hərəsindən bir dənə 2 dənə. Yəni bir dənə 2 dənə deyirsə, bəlkə sənədində problem vardı. Nəuzubillah, imamlar əvvəl bizə şirk öyrətdilər. Deməli, onda bir həqiqət var. Əgər Allahdan bir şey istəyirsənsə, onun höccətinin qapısına gedəcəksən. Bəli, əgər höccətin müstəqil bilirsən, onda müşriksən, kafirsən, Allahın düşmənisən, zəhənnəm əhlisən. Yox, əgərsə bu cür yanaşırsan ki, Allah o qüdrəti ona verir, istədiyi vaxt Allah heç nəydə yoxdur. Hər nəyi var hamısı Allahdan, onda olacaq tohid. Eyni tohid olacaq. Demək, onda tohid nə şey, bir dənə müstəqil və qeyri-müstəqil məsələsindədir. Özündən bir şey varsa olacaq şirk, Allahdan da hər nəyi varsa olacaq tohid. Ya Muhammed, ya Ali, ikfiyani fə innəkuma kafiyay. Mənə kifayət edin, siz kifayət edərsiniz. Ya Muhammed, ya Ali,
Unsurani fe innekuma nasirai, mənə nasir olun, köməkçi olun, siz köməkçisiz. Ya Muhammed ya Ali, ihfizani fe innekuma hafizai və axırına qədər. Başqa bir duada eyni həmən məzmun gəlib, ya Cəbrail, ya Muhammed ikfiyani. Bu dəfə Peyğəmbərə yox, yəni Əli Aleyhisselama yox, Peyğəmbərlə Həzrət Cəbrail Aleyhisselama deyir ki, ya Cəbrail, ya Muhammed ikfiyani, mənə bəs eləyin. Rabbi formasıdır ki, Cəbrail də Allahın üstün məxluqlarından, bəndələrindən biridir. Yəni o məzmunda da bir neçə rivayət var. Başqa yəni həmin o yuxarıda oxuduğum rivayətə bənzər başqa bir rivayətə və yəqulu ya Fatimə bint Muhammed əşir məlad ətəşafə bikə yallah fima nəzələ bi fə innəhu yəbra inşallah. Əgər bir nəfər deyə xəstələnsə, onda 10 dəfə, yuxarıda hədisdəki 100-dür, burada deyir 10 dəfə desin ki, ya Fatimə bint Muhammed 10 dəfə xanım Zəhra əleyhissalam çağırsın, Allah Teala o xəstəlikdən nicat verər. Allah Teala ona şəfa verər. Allahümme binəbiyyikə Muhammedin, bu cür bizə çox da lazım deyil, çünki Allaha and verir, amma bu cür hədislərdə həddindən artıq çoxdur. Deyir ki, başqa bir rivayətdə gəlir ki, İmam Sadiq əleyhissalamdan fəlyəqif ində rəhsil Hüseyin əleyhissalam fəlyəqul ya Əba Abdillah əşhədu ennəkə təşhədu məqami və təsməu kəlami və ennəkə həyyun ində Rabbikə turzəq fəsəl Rabbəkə və Rabbi fi qadai həvaici fə innəha tuqla inşallah Teala. Deyir ki, gəldin durdun İmam Hüseyin əleyhissalamın qəbrində. Bu arada rivayətlərdən çox. Demir ki, Allah'tan iste İmam Hüseyin Aleyhisselam'a xatir versin. De İmam Hüseyin'den iste. De ya Ebu Abdillah, dur İmam Hüseyin'in mübarək qəbrinin qabağında deyin ki, ey Ebu Abdillah, əşhədu ennəkə təşhədu məqam. Mən şahidəm ki, sən məni görürsən. Mənim hərəkətlərimi görürsən. Və təsməu kəlamı sözlərimi də eşidirsən. Və ennəkə həyyun ində Rabbikə turzaq. Sən dirisən, onun Rəbbin yanında cənnət neymətini neymətlənirsən. Fəsəl Rabbəkə və Rabbi fi qadai həvacı. O Allah ki, həm sənin və həm də mənim Allahımın hacətlərimi versin. Allahdan istəsin də, niyə İmam Hüseyin'dən istəyir? Niyə İmam Hüseyin deməlidir? Diyor, İmama denən, o edesin. Çünki sənin ləyaqətin yoxdur, ondan istəyəcəksən ki, o alıb versin sənə. Elhamdülillah, Rabbil aləmin, əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Ve dekhalel medinete ala hini gafletin min ehliha. فوجد فيها رجلين يقتتلان هذا من شيعته وهذا من عدوه فاستغاثه الذي من شيعته على الذي من عدوه فوكزه موسى فقضى عليه قال هذا من عمل الشيطان إنه عدو مضل مبين صدق الله العلي العظيم. Ötən söhbətlərimizdə təvəssül barəsində və şəfaət barəsində geniş şəkildə neçə söhbətlər elədik. Bugünkü söhbətimdə inşallah istiğasə barəsində danışacağım. Amma bugünkü şübhəm təkcə vəhabilərə qarşı deyil. Çünki qardaşlardan bəzisi xahiş elədi ki, sırf öz şiə qardaşlarımızın ki, bəziləri şübhəyə düşüblər ki, imamdan bir şey istəmək olar ya olmaz, birbaşa istəmək. Ona görə bu söhbətim şübhəyə cavab olsa da öz şübhəmizə cavabdır. Yəni öz içimizdə olan şübhəyə cavabdır. Vəhabilərlə danışmırıq. Ona görə də kimsə mənə etiraz eləməsin ki, bu dediyin hədislər hamısı öz hədislərimizdir. Mən bu söhbətim artıq yönəliydi özümüzə. Vəhabi ilə sünnədən işim yoxdur. O şiə qardaşlar ki, şübhəyə düşüblər ki, görəsən imamından bir şey istəyə bilərəm, istəyə bilmərəm. Artıq mənim işim yoxdur. Buxaridə nə gəlibdir, Müslimdə nə gəlib. Ona görə deyəcəyim hədislər hamısı öz kitablarımızdan gələcək ki, zehnimizdə olan, yəni öz içimizdə olan qardaşlar ki, zehndə bəzi şübhələr var ki, imamdan bir şey istəmək olar ya olmaz. O şübhələri dəf eləmək üçün bu söhbəti eləyəcəm ki, qardaşların zehnindən bu şübhə çıxsın. İstiğasə, yəni kömək istədi. Bu ayə ki, oxudum, Qəsəs surəsi 15-ci ayə. Bu ayəni niyə görə oxudum? Bu ayə bizim bəhsimizə aidəti olan bir ayədir. Bizim bəhsimiz bundan ibarətdir ki, görəsən, Allahdan başqasından yardım istəmək olarmı? Əvvələn bunu qeyd edeyim ki, yardım istəmək, Allahdan başqasından yardım istəmək 3 formada təsəvvür oluna bilər.
Bir dəfə deyirəm ki, ilahi, filan kəsə xatir mənə yardım elə. Peyğəmbərinə xatir, Əli əleyhissalama xatir, xanım Zəhraya xatir mənə yardım elə. Burada zahirən heç bir müsəlmanın bir problemi yox. Çünki burada istək Allahdandır. Burada şübhə eləməyiblər. Nə vəhabisi, nə sünnisi, nə şiəsi. Burada bir problem görmürlər ki, Allahdan bir şey istəyəsən filan kəsin xatirinə. Burada zahirən işqallı bir şey yoxdur. İkincisi budur ki, deyirəm ki, ey imam, ey xanım Zəhra, ey filan kəs, Allahdan istə ki, mənim hacətimi versin. Burada da genə zahirən o qədər problem yoxdur. Sünni şiə hamısı qəbul edəyibdi. Vəhabilərin də mümkün bəzi alimləri bəzi dar çərçivədə qəbul eləyərlər ki, lakin de Peyğəmbərdən olar. Xüsusi olaraq gedəsən Peyğəmbərlərinə, istəyəsən ki, Allah məsələn filan ümmətin günahı bağışlasın. Dar çərçivədə qəbul eləyiblər. İkinci forma yardım istəməkdə bəşərdən istəyirəm, məxluqdan istəyirəm, amma necə deyirəm ki, Allahdan istə ki, filan hacətimi, yəni ya Peyğəmbər, ya xanım Zəhra, Allahdan istə ki, filan hacətimi versin. Bunda da yenə deyir ki, o qədər çox problem yoxdur. O ki, problemdir, üçüncüsüdür. Üçüncü nədir? Birbaşa məsumun özündən istəmək. Ya İmam Hüseyin əleyhissalam, mənə pul ver, ya İmam Hüseyin, mənim xəstəmə şəfa ver, ya İmam Hüseyin əleyhissalam, mənim uşağım olmur, mənə uşaq ver. Bu şirkdir ya yox. Bu başdan deyirik ki, şirk və tohid arasında geniş şəkildə saatlarla, dəqiqələrlə ötən bəhslərimizdə söhbətlər eləmişik. Qayıdıb müraciət eləmək istəyənlər əqidə və şübhələrə cavablarda geniş şəkildə danışmışdıq ki, onlar ibadətə necə tərif veriblər, şirkə necə tərif veriblər, biz necə tərif vermişik, o bəhslərə qayıtmaq istəmirəm. Xülasə var, bunu deyirik ki, şirk ilə tohid arasında bir balaca sap kimidir. Bir balaca o tərəfə eləyəndə şirk olar, bu tərəfə eləyəndə tohid olar. Nədir o həmin o sap? Ki, bir balaca o tərəf eləyəndə insanı mömin də elə bilər, kafir də elə bilər. Əgər insan bu etiqadda olsa ki, imamın özündən heç nəyi yoxdur. Hər nəyi varsa, elmi, qüdrəti, mənə verəcəyi, məndən alacağı neyinizə, hamısı Allahdandır. Oldu tohid. Çünki sən imamın özünə heç bir şey vermədin. Hər nə gördünüz, Allahdan gördün. Sadəcə olaraq, imam Allah üçün o qədər əzizdir, onun üçün o qədər sevimli bəndəsidir ki, mənə sənə vermədi, ona veribdir. Yəni, imamın özündən heç nəyi yoxdur. Hər neyinirsə, hamısı Allahın izni, Allah ona verdiyi elmi, ona verdiyi imkan sayəsində eləyir. İstədiyi vaxtda Allah heç nə eləyə bilməz. Onda olacaq eyni tohid. Bu əqidəni başında olandan sonra deyirəm ki, ya İmam Hüseyin, mənim uşağım yoxdur, mənə uşaq ver. Mənim elmim yoxdur, mənə elm ver. Mənim pulum yoxdur, pulu ver. Evim yoxdur, ev ver. Mənim xəstəmə şəfa ver. Və bilirəm ki, imam hər neyinirsə özündən heç nə eləməz, hamısı Allahın ona verdiyi qüdrət və elm sayəsindədir. Bunda olacaq tohid. Bir də var, məsələyə bu cür baxıram. Elə bilirəm ki, Allah Taala imamı xəlq eləyib, gedib oturub, məsələn, nəuzubillah öz kabinetində, nəstəcirə billah, elə bir ki, bir təsəvvürləsə bir müdür kimi, buraxıb imamın öhdəsində ki, imam nə bildi eləyəcək. Yəni, Allah imamdan əlaqəsini kəsib, da imam artıq müstəqildir, nə bilsə eləyəcək, olacaq şirk. Ki, vəhabilər bunu ayırt elə bilmirlər. Və çox təəssüf olsun ki, o şübhələr yavaş-yavaş sirayət edir, şiələrin də zehninə. Elə bilirlər ki, biz deyəndə ki, İmam əleyhissalam istədiyi iş görə bilər, o deməli müstəqil görər. Müstəqil, imamı müstəqil görmək Allah qabağında nid düzəltməkdir, şərik düzəltməkdir. Onda olacaq şirk. Onda olacaq sən imamı Allah şərik qərar verdin. Biz bu cür demirik, deyirik, istiğasədən məqsədimiz, imamdan istəmimiz odur ki, İmam Allah üçün o qədər əziz bəndədir, o qədər gözəl bəndədir, o qədər sevimli bəndədir ki, Allah Taala başqası üçün açmadığı qapını açıb, başqasına vermədiyi şansı ona veribdir ki, ey mənim məsələn deyə bəndəm Əli ibn Əbi Talib, ey mənim bəndəm Muhammed ibn Abdullah sallallahu və salam əleyhimə. Yox deyil mənim məsələn deyə kənizim xanım Fatimə Zəhra. Mən sizə üçün bu qapını açmışam, siz ki mənə gözəl bəndə oldunuz. Ged biri xəstə olanda xəstəsinə şəfa ver, birinə nə bilim hacətini ver, birinin pulunu ver, birinə nəyin vercinə. Bizim iddiamız budur ki, Allah o qapını onun üçün açıb, Allah o şansı ona verib, Allah o imkanı ona verib, o qüdrəti, o elmi verib. Niyə görəm onda mən müşrik olum? Qəlbində oxuyacaq hədisləri, ayələri. Sual, Allahdan başqasının kömək istəmək olarmı? Necə ki, bəzilərinin zehində var, yenə deyim, artıq mənim söhbətim vəhabilərlə deyil, özümüzlə. Elə bilir ki, Allahdan başqasının kömək istədim, mən şirk eləmişəm. Bu ayənin ki, sözümü başladım, Həzrəti Musa əleyhissalamın qissəsindədir. Musa əleyhissalam yoldan keçirdi, hələ Fironun şəhərində yaşayırdı. Hələ getməmişdi, qaçmamışdı şəhərdən.
Gördü ki, Bəni İsraildən bir nəfərlə, yəni Musa əleyhissalam qohum əqrabasından bir nəfərlə, Qibtilərdən, yəni Fironun adamlarından bir nəfər dalaşırlar. Musa əleyhissalam kömək istədi. Deyir ki, فَاسْتَغَاثَهُ الَّذِي مِنْ شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ. Bəni İsraildən olan, yəni Musa əleyhissalam qohum əqrabasından olan bir nəfər düşməninə qarşı Musadan kömək istədi. فَاسْتَغَاثَهُ kömək istədi. Sual: əgər Allahdan başqasına istiğasə, Allahdan başqasına əğasə, yuğisə, yəni kömək eləmək deməkdir. İstiğasə kömək istəmək deməkdir. Əgər Allahdan başqasından yardım istəmək şirkdirsə, nə dəxli var? Diqqət edin bu sözümə. Sözümə diqqətlə qulaq asın. Şirk hər yerdə haramdır. Nəinki şirk bəzi yerdə halaldır, bəzi yerdə haramdır. Yox, belə bir şey yoxdur. Əgər hər hansı bir şeyi Allaha şərik qoşuruqsa, şirk olursa, o haramdır, bidətdir, qadağandır, günahdır, cəhənnəm olur, adın hər nə qoysan qoy. Üstünə xət çəkilibdir. Amma nəinki deyək, dirini Allaha şərik qoşmaq olar, ölünü Allaha şərik qoşmaq olmaz. Belə bir şey yoxdur. Şərik qoşmaq batildir, cəhənnəm odudur, insanı dindən çıxardar. Dirini də Allaha şərik qoşsun olmaz, ölünü də Allaha şərik qoşsun olmaz. Ona görə insanlar necə aldadırlar? Musa əleyhissalamın qissəsində ki, o diri idi, diridən kömək istəmək olar. Necə ki, bunu geniş şübhələrdə vəhabilərə cavab verir, demişdim bu sözü. Əgər şirkdirsə, ölünü də Allaha şərik qoşsun haramdır, dirini də. Allaha şərik qoşmaq olmaz ümumən. Nə peyğəmbərin, nə mələkin, nə insan, heç kəsin. Quran deyir, fəstəğasəhu. Musa əleyhissalamdan istiğasə elədi, kömək istədi. Əgər şirkdirsə, Musa əleyhissalam onu deyir ki, Allahdan istə. Niyə məndən istəyirsən? Deməli, onda istiğasə Allahdan başqasına da caizdir. Və yaxud Allah Taala Musa əleyhissalamın özün Firona tərəf göndərəndə niyə Allahın köməyini arxalanma, dedi ki, qardaşım Harun mənə köməkçi qoşsun. Belə deyərdi də. Deyərdi ki, ilahi, sən mənə bəs eləyərsən, hansı ki, innə mə'yə Rəbbi səyəhdin deyir başqa bir ayəsində. Rəbbim mənnəndir və özü də mənə yol göstərəcək. Deməli, onda Allahdan başqasından kömək istəmək haram deyil, bidət deyil, şirk deyil, küfür deyil. Allahdan başqasını müstəqil görmək şirkdir. Musa əleyhissalam şuurlu bir məxluqdur, Allahın sevimli peyğəmbəridir, əziz peyğəmbəridir. Bilir ki, Allah Taala heç kəsin zənbildə kömək sallamır. Çünki insana köməkçi lazımdır. Atadan, qardaşdan, dostdan, kimdənsə. Allah Taala qeybi qüdrətini hər işi görə bilər. Allahın qüdrətinin qabağında heç nə dayana bilməz. Amma Allah da bu aləmi səbəb-nəticə qanunlarına tabe elətdirib. Əgər düşmən üzünə gedirsən, yanında bir əsgərin olmalı, yəni bir köməkçin olmalıdır. Musa əleyhissalamın Harunu köməkçi istəməsi Allaha şərik qoşmaq demək deyil. Bəlkə Allahın qoyduğu qanun çərçivəsində əməl etməkdir. Musa bu şuurluca gedir, bu niyə eləyir? Deyirlər, mənə göndərirsən, mənim dilimdə məsələn qüsur var, uşaqvaxtı dili yanmış deyən hər nə, qardaşım məsələn deyir, Harun məndən daha yaxşı danışır. Mümkün mən sözümü yaxşı ifadə etmərəm, o məndən daha yaxşı ifadə edir, qoy məndən getsin. Əgər Allahdan başqasını öz işində köməkçi qoşmaq haramdır, Musa əleyhissalam onu eləmədi və yaxud da Allah onu inkar edərdi ki, ey Musa, niyə mənə şərik qoşursun əksinə? O Harunu köməkçi istədi, Allah da verdi. Deməli, onda Allahdan başqasını köməkçi kimi çağırmaq, kömək istəmək haram deyil. Yaxşı, Allahdan başqa bir şey insana fayda verə bilər. Milyonlarla şeylər insana fayda verə bilər, Allahdan başqa şey. Quran ayəsinin hədislərini təsdiqlənib. Amma Allahın izni ilə. Cansız dərmanı tutaq ki, deyə bir dənə hər hansı bir parasetamolu. Götürüb, cansız bir əşyadır, götürüb atır ağzına, bir sikan suyuna içdin getdi. Yarım saat sonra başının ağrısı keçir. Buna şərik qoşdun Allaha. Məyər Quran demir ki, və izə məridtu fəhuvə yəşfini. Əgər mən xəstələnsəm, o mənə şəfa verəndə, Allah mənə şəfa verir. Və sonunda şəfanı niyə görə dərmanda gördün? Hə. Savadlı, əqidəsini bilən mömin, bilən müsəlman, şiə, dərhal nə deyəcək? Deyəcək, mən şəfanı dərmanda görmürəm ki, o dərman vasitədir, şəfanı verən Allahdır. Amma Allah da öz sözdə sənə şəfa verməyəcəm. Ged zəhmət çək, o dərmanı at, ondan sonra mən sənə şəfa verim. Allah Taala işlərin vasitələrlə qərar verib. Xəstələnsə də get həkimə. Nə bilim deyə, psixoloji durumun var, get psixoloqa. Nə bilim, filan şey var, get filan yerə. Allah Taala hər şeyə qadirdir, amma vasitələrlə iş görür. Eləcə də imam da, məsum da bu aləmdə Allahın vasitəsidir. Allah Taala'nın gücü çatmırdı ki, birbaşa bu aləmdə iş görməyə, gücü çatırdı. Və niyə görə vəhyin
özü göndərə bildi Allah necə ki, bəzi hallarda peyğəmbərə birbaşa vəhiyin göndərir. Niyə Cəbraildən göndərirdi? Niyə Cəbrailin vəhiy mələk eləyir? Allah öldürə bilməz, canımızı da alır, Allah öldürür də. Ben niyə Əzrail əleyhissalamı tapşırıb ölüm mələci adı qoyub? Allah elə bilir də bunu. Üstəlik hələ bunlar böyük mələklərdən. Nə yollar keçirik o tərəf? Fəl-müdəbbirati əmra. Demək, bir dəstə mələklər var, Allahın bu aləmdə tədbir tökürlər. Hamısı bilir, müdəbbir Allah özüdür. Allahdan başqa müdəbbir ola bilməz, amma bununla yanaşı Quran fəl-müdəbbirati ən azından 3 dəndən çox olmalı ki, cəm siğəsi deyilsin ona. Naziyyat surəsində. And olsun bu aləmin tədbirini tökən mələklərə. Deməli, onda Allah Teala bu aləmə bir qanun qoyubdur, bir tədbir tökən mələklər vardır. Amma Allahın izni ilə. Allah icazə verib deyin, tədbir tökürlər. Allah vəhiy Cəbrail əleyhissalama tapşırıb. Nə bilim deyə bəzi qovumları həlak eləməyi Cəbrail əleyhissalam öhdəsinə qoyub. Nə suru üfürməyi İsrafil əleyhissalama tapşırıb. Ölüm mələkin ölüm işin Əzrailə tapşırıb. Həyat verməyi ruh deyilən bir varlığa tapşırıb. Nə bilim nə. Nəuzubillah, Allah acizdir bu işləri görməkdə. Yox. Niyə görə? Sual. Əsas bəhsimiz buradadır. Niyə görə bir şiyə qardaş, o bir şiyə qardaş etiraz eləsin ki, sən ki getdirdin ki, ya Hüseyin, mənim məsələn xəstəmə şəfa ver, mənə pul ver, mənim uşağım yoxdur, mənə uşaq ver, mənim evim yoxdur, ev ver. Bir şiyə qardaş, yəni Vəhhabilərin işim yoxdur. Bir şiyə qardaş, o bir şiyə qardaşın ittiham eləsin ki, bu şirkdir, bunu demə. Niyə? Əzrail əleyhissalama ölümü nisbət verəndə müşrik olmursan, deyirsən ki, ölüm mələki, Əzrail ölüm mələki, adın qoy ölüm mələki. Bəzilərinin qaşınmaqdır ki, Əzrail mötəbər rivayətlərdə gəlməyib. Adın qoy ölüm mələki, Quran ki, ölüm mələki, mələkül mevt. Ölüm mələki öldürür. Vəhiy mələki vəhiy gətirir. Allahın işdən ona nisbət verən kafir olmursan. Həmən o işi də İmam Hüseynə nisbət verirəm. Necə ki, deyirsən ki, Əzrail öz başına döy adam öldürsün. Nə bilim deyə Cəbrail öz başına deyil vəhiy gətirsin. Deyirəm ki, İmam Hüseyin öz başına döy ki, adam deyilsin. Amma Allahın iznindən eləyə bilir. Necə ki, İsa əleyhissalam özünə nisbət verir, Allaha nisbət vermir. İsa əleyhissalam deyir ki, mənəm ölüləri dirildirəm Allahın izni ilə. Mənəm körlara göz verirəm Allahın izni ilə. Mənəm nə bilim deyə sağalmaz xəstələrə verirəm, şəfa verirəm Allahın izni ilə. Mənəm bilmədiyiniz evdə gizlətdiyiniz şeyləri sizə xəbər verirəm Allahın izni ilə. Demir Allah Teala dirildir. Demir Allah dirildir ki, İnni əxluqu ləkum minət-tin. Mənəm xəlq elədim palçıqdan. İnni təkidlənli bi-iznillah. Allahın izni ilə. İsa əleyhissalam bilmirdi cümlə qurmağın təhərin. Deyərdi ki, Allah mənim əlimlə düzəldir demədi. Mən düzəldirəm. Mən palçığı düzəltdim. Mən ona üfürdüm, amma Allahın izni ilə. Deməli, onda Quran bizə süqut eləyir ki, Allah Teala bəzi bəndələrində o, həmən bəndə cindən də ola bilər, mələkdən də ola bilər, peyğəmbərdən də ola bilər, quşdan da ola bilər, hər şeydən də ola bilər. Allah Teala bəzi bəndələrinə, bəzi şeyi verir ki, o birlərinə verməyib onu. Və həmən şəxslər o işi görürlər, həqiqətdə görürlər, xəyalən yox. Həqiqətdə görür. Necə ki, Allah Teala Quranda deyir ki, və ma rəməytə iz rəməytə və lakinnəllaha rəmə. Atmadın o vaxt ki, sən attın. Ancaq Allah attı. Həm Peyğəmbərinə nisbət verir, həm Peyğəmbərinə nəfi eləyir. Bu nə olan sözdür? Və ma rəməytə iz rəməytə. Atmadın o vaxt ki, attın. Bu nə cümlə quruluşudur Quranda? Bizi bir həqiqətə vaqif elətdirsin, agah elətdirsin ki, iki cür baxış var. Bir müstəqil baxış var, onda şirk eləyirsən. Bir Allahın izni baxışı var, onda olur tövhid. Yəni, əgər biz baxsaq ki, Peyğəmbər ki, əlin vurdu torpağa, atır düşmən tərəfinə döndü, məsələn, bir fırtına onları məğlub eləməyinə səbəb oldu, onların gözünü tutdu, nə bilim, onların imkanlarını kəsdi. Peyğəmbərin müstəqil atışı kimi baxsaq olacaq şirk. Allahın icazəsinə başlamaq onda tövhid. Ona görə Quran deyir. Və ma rəməytə, atmadın, izə rəməytə, o zaman ki attın. O zaman ki attın, amma atmadın, Allah attı. Yəni, ya Peyğəmbər, özünə nisbət verirsən ki, məndən idi, olacaq şirk. Demir Allah attı, deyir, sən attın, amma atmadın. Sən attın, amma atmadın. İstəyir bizə bu həqiqəti başa salsın, tövhidlə şirk arasında. Hər hansı bir məsələyə müstəqil şəkildə baxanda ki, Allahdan qırıb baxanda, onda nə olacaq? Olacaq şirk. Allahın izni, icazəsi, verdiyi qüdrətlə baxanda artıq olacaq tövhid.
Amma bu o demək deyil ki, Allah Teala hər şey öz gəlib müdaxilə edir. Yox, izni artıq veribdir. Necə ki, məsələn, bir müdür o qədər etibarlı görür müavinin, nə işçisin, açarlar bir hansı otada nə istəyirsən götür. İstədiyi vaxt açar onun əlindən ala bilər. Peyğəmbər və imamların, mələklərin, müqərrəb mələklərində işi bu cürdür. Özlərinin heç nə yoxdur. Amma o qədər Allah yanında etibar qazanıblar, o qədər Allahın əziz bəndə olublar, Allah onu verib, onu əta eləyib ki, uşaq olursun. Yəni bir həkim yanına gedirsən. İndi bir gəlinin ya bəyim, nəsə bir problemi vardı, bir ay müalicə elədi, uşağa qaldı. Heç onda şirk demirik. Nə zaman çox keçdi? Amma deyəndə İmam Hüseyin mənə uşaq verdi, onda deyəm müşrik. Bu hansı məntiqdir? Həkimə gedib müalicə olunanda, o da vasitə idi. Həmən vasitəni şirk görmədi. Dedim ki, Allah verdi, həkim vasitə oldu. İmam Hüseyin əleyhissalam neynədi, nətər məndən o qeyb aləmdən neynədi? Axı bir şeylər eləyir də. Niyə mən müşrik oluram? Deyəndə, ya İmam Hüseyin, məsələn, mənim özümü, övladımı uşaq yoldan uşaq ver. Niyə mən müşrik olmalıyam? Həkim maddi yollarla müalicə edir, hansısa iğnə vurdu, hansısa dərman atdırdı, həmən neynədisə. İmam Hüseyin əleyhissalam da bizim bilmədiyimiz bir yolla axı bir şeylər elədi də. Bu da vasitə idi. Niyə bu vasitədə müşrik olmuram, o vasitədə müşrik olurum? Hər ikisi var. Bəli. Yenə də deyirəm, dönə-dönə deyirəm, təkrarən deyirəm. Əgər baxsam ki, İmam Hüseyin əleyhissalam neynir özündən elə, Allahın onun işi yoxdur. Onda olacam müşrik. Onda olacam Allah qabağında İmam Hüseyin Allah yerinə ibadət eləmiş. Bir də deyirəm ki, Allah o qədər sevdi, seçdi ki, onun üçün qapı açdı. Da qapı açımız hər dəqiqə tədaxil eləmir ki, buna ver, ona ver, buna ver, ona vermə. Artıq o icazəni ona veribdir. İmam əqlül kuldur, artıq harda məsləhət bilsə şəfa verəcək, harda məsləhət bilsə verməyəcək, öləcək. Özü bilir, o bilir nə etmək lazım, onda ağıl öyrətmək olmaz. Amma deyək ta ki, hər dəfə İmam Hüseyin gəlsin, ay Allah icazə versən də şəfa vermə, Allah verir. Olmadı ki bu. Dedi ki, bir müdür əgər arxayın olsa bir müavinindən, işçisindən, sekretarından, katibindən açarı veribdi ona. Amma fərq burasındadır ki, Allahla məxluqun arasında rabitə müdürlə müavinin rabitəsinə oxşamır. Necə? Müdür ölərsə, o açarlar qalar kimə? Müavininə, oğluna, əmri, sekretarına etibarlı edilmə. Amma Allahda bir şey yoxdur ki, nəsə rabitə qırılsın, ya nəuzubillah ölsün, belə bir şey yoxdur. Onun feyzi daimidir. Elə bir necə günəşin şüası saniyələrini hər an saçır. Allahın da feyzi də qutarmayan bir şeydir ki, hər an peyğəmbərlərinə nədir? Özləri buyurlar ki, bir an kəsilsə biz də qutararıq. Hər an nədir? Elə bir ki, sanki o necə batarya dolduğunu Allahın feyzi o cür peyğəmbərlərin və mələklərin məxluqata daimi bir feyzlə ötürülməkdədir. Deməli, Allahdan başqasından yardım istəmək, kömək istəmək insanı şirk eləməz. İmamın qapısına gedəsən, ya əmir əl-müminin, mənə çarə qıl, mənə filan işimi ver. Burada heç bir şirk yoxdur. Mümkün deyərlər ki, bu sənin fərziyyələrindir. İmamlar bu işi görüblər, peyğəmbərlər bu işi görüb, peyğəmbərimiz və imamlar bu işi görüb. Ona görə istəyirəm ki, əyani surətdə rivayətlərə qayıdaq. Çünki bu şeylər artıq nədir? Rivayətlərdə görməli ki, imamlar bu işi görüblər, görmür, bizə əmr eləyiblər, eləməyiblər. Artıq burada heç kəs məndən sənəd istəməsin. Çünki o qədər çox rivayət oxuyacam ki, mütəvatirdir. Bir balaca işarə edirəm ki, təvatür bəzən ləfzi olur, mən kuntu mevla fəhəzə aliyyü mevla kimi. Artıq söz öz-özü. Bir də var, bəzən təvatür nə olur? Mənəvi olur. Bəzən də icmali olur. Mənim oxuyacağım rivayətlər mümkün nədir? İcmali təvatürün nəticəsidir. Bir balaca qısa izah edeyim bundan sonra. Təvatür ləfzidirsə, yəni məsumun ağzından söz necə çıxıbsa, o cürdə nəql olunur. Ta ki, məsələn deyək ki, sünni şiə hamısı nəql eləyib ki, əl-cənnətü təhtə əqdamil ümməhət. Cənnət anaların ayağı altındadır. Ya sünnisi, şiəsi, hamısı bu cür nəql ediblər. Başqa sözlərlə nəql eləməyiblər, bu cür nəql ediblər. Peyğəmbər buyurdu ki, innəməl əmalu bin niyyat. Sanki Peyğəmbərin ağzından söz hansı ifadəni, hansı mübtəda ilə, hansı xəbərlə, hansı tamamlıq, hansı zərfinə çıxıbsa, hansı cümlə quruluşu olubsa, o cürdə gəlib çatıb. Mən kuntu mevla fəhəzə aliyyü mevla. Kimsə nə qədər mən kuntu imaməhu fəaliyyün imaməhu. Bu cür deməyiblər. Mən mevla sözü işlədiblər. Buna deyilər təvatür ləfzi, yəni ləfz olaraq məsumun ağzından necə çıxıbsa o cür. Bir dəfə də var, təvatür nədir? Mənəvidir, yəni mənada mütəvatirdir. Necə? Tutaq ki, məsələn, fərzən misal deyək. Deyək ki, Əli əleyhissalamın Əmr ibn Əbdvədi öldürməyi.
Biri məsələn fərzən belə deyək, biz tarixçi bu bir hədisi bu nəql edir ki, Əli əleyhissalam girdi, bir neçə kəlmə danışdı, ondan sonra burada atını qısını kəsdi, sonra da öz başını kəsdi. Biri deyəcək ki, Əli əleyhissalam ondan məsələn neçə dənə seçim ixtiyarına qoydu, qəbul eləməyəndən sonra ondan döyüş tələb elədi, ondan sonra döyüşdülər Əli əleyhissalam. Cümlələr müxtəlif olacaq, nəticə etibarən olacaq ki, Əli əleyhissalam Xəndək döyüşündə Əmr ibn Əbdüvədi öldürdü. Bu da təvatür mənəvidir. Yəni məna da bu. Yəni cümlə eyni sözlər deyil. Bu tarixçi bir sözlə deyib, başqa cümlə ilə deyib. Cümlə quruluşları müxtəlifdir. Amma nəticə etibarən Əli əleyhissalam Əmr ibn Əbdüvədi öldürdü. Bu oldu mənada təvatür. Bunların heç birisinin işim yoxdur. Mənim danışdığım icmali təvatürdür. Nə demək icmali təvatür? Yəni müxtəlif mövzulara aid olan şeylər, ortaq bir nöqtədə cəmləşibdir. Tutaq ki, məsələn, fərzən belə deyək. Deyək ki, bir hadisədə nəql edir ki, bir nəfər Əli əleyhissalamdan borc istədi, öz evində yox idi, getdi bir nəfərdən borc aldı, onun borcunu verdi. Başqa bir deyək ki, Əli əleyhissalam döyüş qənimətlərini əldə eləmişdi, bir dilənçi bütün döyüş qənimətini ona verdi. Bir hadisədən filan şey, başa düşürük ki, Əli əleyhissalam çox kəramətli kişiymiş. Hadisələr müxtəlif hadisələridir. Biri İslamın əvvəllərində olan, biri ortasında, biri axırında, biri öz xilafət dövründə, biri Nəbi Peyğəmbərin zamanındaydı. Müxtəlif hadisələr nə gəlir, heç birisindən də nədir? Belə deyək də, bir bağlayıcı nöqtəsi yoxdur. Bağlayıcı nöqtəsi nəticədə alırıq ki, filan hadisədə Əli əleyhissalam dünyaya bağlılıq olmadı, Allah yolunda verməyi bacardı. Əlində olan dünya malın, qızıldı, gümüş, nədirsə, verməyi çox rahatcasına eləyə bildi. Hadisələr isə başqa hadisələr, başqa adamlar, başqa epizodlar, başqa zamanlar, başqa ölkələr, bir-birinə əlaqəsi olmayan. Onları bir-birinə bağlayan ortaq nöqtə nə idi? Yekun nəticə, Əli əleyhissalam səxavətli kişi idi, kərim kişi idi, heç kəs. Uzanan əli boş qaytarmırdı. Çıxarda bilər. Burada artıq yəqin verir bizə. Yüzlərlə hadisələrdən yekun nəticə alırıq ki, Əli bir kişi idi ki, qabağında uzanan əli dala qaytarmırdı. Əgər imkanı varsa onu qəza eləyirdi, o hacəti yerinə yetirirdi. Buna deyilək təvatür icmali. Nə deməli təvatür icmali? Müxtəlif hadisələr, müxtəlif zaman, müxtəlif məkanlarda baş vermiş hadisələrdən ortaq nöqtə çıxartmaq. Ki, o ortaq nöqtə artıq yəqindir, orada şübhə yoxdur. Mənim o deyəcəyim rivayətlərdə təvatür icmalisi vardır. Yəni, istiğasə ilə bağlı, məsumdan bir şey istəmək ilə bağlı müxtəlif mövzulu rivayətlərin yekun nəticəsini alırıq ki, məsumu Allah yerinə qoyma, onu müstəqil görmə, onu Allah şərik qoşma, ondan sonra hər nə istəyirsən istə. Heç bir problemi yoxdur. Ona görə də yəqin ki, birinci söhbətdə qutara bilməyəcəm. Hər nə qədər oxuyaram, rivayətlərdən oxuyaram, qalan da qalar gələn söhbətimizə. Dediyim kimi artıq da məndən sənəd istəməzəm. Mən fəqət kitabların ünvanını deyəcəm ki, məsələn, filan kitabda, filan səhifədə bu rivayət gəlir. Çünki rivayətlər həddən artıq çoxdur. Bir dənə, 2 dənə, 5 dənə, 10 dənə deyil. Mümkün, məsələn, deyək, 100-lərlə rivayətin içində 20-sini, 30-unu oxuyacam. Hamısını vaxt çatmaz oxumağa. Məsələn, həmən ki, mümkün bölüm düzəldiblər, oxuduğum İmam Hüseyin əleyhissalamın hərəminin saytını oxuyuram. Məqalan adı budur, Əl-İstiğadə və Təvəssül və Lücü lil-Məsum əleyhimussalam. 2016-cı ildə qoyulub məqalə, böyük bir məqalədir. Yahüseyn.com ki var, Zahid İmam Hüseyin əleyhissalam öz saytına aiddir. Oradan oxuyuram. Bir bölüm rivayətlər var, içində neçə rivayətlər saymamışam. Bir bölüm rivayətlər var ki, Həzərat-ül Məsumin əleyhimussalam, yəni məsumlarımız, özləri tövsiyə edirlər ki, bizə istianə elə, bizdən kömək istəyin. Biz demir, özləri deyir, deyəcəm, oxuyacam rivayətləri. Amma hansı ki, hər gün namazda deyir ki, İyyəkə nə'bud və İyyəkə nəstə'in. Yalnız səndən, ibadət edib, yalnız səndən kömək istəyirəm. Bunda necə imam mənə deyir ki, məndən kömək istə, bizdən kömək istəyin. O ki, dedi, İyyəkə nə'bud, yəni müstəqil olaraq Allah, səndən başqa heç kəs kömək yoxdur. Amma nəstə'inu deyəndə, bəli, mümkündür, başqasına da kömək olar. İstiyanə ola bilər. Əgər onu Allahın höccəti görürsənsə, Allahın bir vasitəsi görürsənsə, heç problem olsun da. Məyər namazla oruc Allahdır? Yox. Hamı ki, namaz əməldir, oruc da bir dənə əməldir. Quran deyir, vəstəinu bis sabri və salat. Namazdan və orucdan kömək alın, kömək istəyin. Heç bir ağıllı müsəlman deməz ki, namaz və oruc Allahdır. Allah başqa şeydir, onun ibadətləridir.
Bir ayədə deyir ki, Allahdan başqasına kömək olmaz. O burada öz biz əmr elə ki, namazdan və orucdan kömək alın. Bunda nəuzubillah Allahdır la demək yox. Dediyim kimi o bir tük xətt var ortada şirklə təvhidin arasında, o bundan ibarətdir. Müstəqil baxsan şərik qoşacaqsan, Allahın vasitəsi kimi baxsan təvhid qazanacaqsan. Ki Allah ona o şansı verib. İstədiyi vaxt Allah heç nə deyə bilməz. Necə ki məsələn bəzi bəndələrini verdiyin aldı. Bəl'am ibn Ba'ura aleyhi Quran-Kərim deyir ki, biz ona öz yanımızdan elm vermiş. Sonra deyir ki, fəməsəlu kəməsəlil kəlb in təhmil aleyhi yəlhəs əv tətruku yəlhəs. Onun misalı itin misalına bənzədir. Gedərsən yaxından dilini çıxardıb ləhliyər üstə, çəkilərsən yenə ləhliyər, fısıldayar. Hardan hara gəldi? Allah demək ona qeyb elmi vermişdim, ona lədunni elm vermişdim. Axmaqlıq elə tutum aldım əlindən. Xülasə, deməli, o rivayətlər ki oxuyacağım, birinci dəstə rivayət birinə ikisinə işarə eləyəm. Nədir? Həzrət Məsumin salam əleyhim müxtəlif onların ola bilərdi ki, bizdən kömək istəyin. Məsələn, həmən rivayətlərdən biri Biharul Ənvarda da gəlib, 91-ci il 5-ci səhifədə, Təfsir Əyyaşidə də gəlibdir. Məsələn, deyir ki, Qalə Rıza aleyhissalam, İzə nəzələt bikum şiddə, fəstəinu bina aləllah. Əgər sizin üçün bir şiddətli hal yaransa, fəstəinu bina, bizdən kömək istəyin. Aləllah, Allaha qarşı, Allah tərəf. Bizdən kömək olun. Yaxşı, imam deyə bilməzdi ki, görün Allahdan istəyir. Allah hər yerdə görür, hər yerdə eşidir də. Allah imamdan da böyüdür. Niyə dedi Allahdan istəyir? Fəstəinu bina, bizdən kömək alın. Əlallah, Allah tərəf. Yox, başqa biri var ki, həmən o məzmunda. İmam Sadiq əleyhissalamdır. Nəhnu səbəb beynəkum və beynəllah. Biz sizin Allah arasında olan səbəb. Başqa bir rivayətdə deyir ki, Qalə əmirul mümin əleyhissalam, ənə vəsilətu beynə və beynə ümmətihi. Mənəm Allahla mənəm bəndələrin Allah arasında olan həmin vəsilə ki, ayəni oxumadım da, yuxarıdakı ötürdüm, keçdi. Və btəqu iləhil vəsilə ayəsi ki var, Allah tərəf vəsilə düzəldir. Neçə dənə hədis gəlib, həmən hədislərdən biri də ki, məsələn budur ki, Həzrət Əmr əleyhissalam buyurur ki, ənə vəsilətu beynə ümmətihi, mənəm Allahın vəsiləsi insanlarla Peyğəmbərin ümməti arasında. Yaxud da ki, məsələn deyək, cürbəcür dualarda gəlir ki, əntə vəsiləti ilallah, ya Peyğəmbər ki, əntə vəsiləti. Xülasə, yəni vəsilə barəsində olan çoxlu rivayətlər ki, məsələn, həddən artıq rivayətlər çoxdur, onlar Allaha vəsilələr. Digər bir bölüm, İfza'u ila Resulillah məsələn bölüm işi ayrıbdır. Yəni Peyğəmbərə sığınmaq, fəza' yəni pənahgah bilib ona sığınmaq. Deyir ki, Ən Abdurrahmanil Qasir qalə, dəxəltu alə Əbi Abdullah fəqultu cu'iltu fidak, inni ixtəra'tu duaən. Bəzən insan axmaq olur. Gedəsən imama desən, mən özümə bir dua düzəltmişəm, görələ xoşun gəlir buna. Bəzən insan şirin axmaqlar da olur, bəzən imamların bağında. Gedir imama deyir ki, ağa mən bir dua düzəltmişəm, görələ xoşun gəlir mənim duamla. İmam deyir, duayı qatda qoyun, bəzən dua yetirsən. Gör, mən də öyrədim, sonra onu öyrəncilər. İmam desin, mən dua düzəltmişəm, xoşun gəlir mənim duamla yeyir. Deyir ki, inni ixtəra'tu duaən. Mən bir dua düzəltmişəm, gör mənim duamdan sənə xoşun gəlir ya yox. Qalə aleyhissalam, də'ni min ixtiraik. İxtira sağlı özü üçün özünə hokka çıxartmacına. İzə nəzələ bikə əmrun fəfzə ilə Rəsulillah. Əgər başı dua nə üçündür? Problemləri həll eləmək üçün. Problem çıxsa qabağa, şiddət gəldi, müsibət gəldi qabağa, fəfzə ilə Rəsulillah. Get Peyğəmbərin ətəyinə yapış. Demədi, get Allahdan yapış. Fəfzə ilə Rəsulillah. Sallallahu aleyhi və sələm. Qultu, keyfə əsna. Ravi deyir, yaxşı, Peyğəmbərdən necə istəyim, nə eləyim? Qal, təğtəsilu, get qusul ver cinən, hacət qusulu ver. Və tusalli rəkəteyn, 2 rükət namaz qıl. Təstəftihu bihima iftitahəl fəridə. Vacib namazda Allah verdiyi başladığın ki, onda o cür namaz başla. Nəysə namazı öyrədir, sonra deyir ki, və dua, İlâ ən yəqul, thumma xuz lihyətəkə biyədikəl yusra və
Vəbki əv təbaki. Namazı qılıb qutarandan sonra ki, artıq ağlamısan ya özü ağlamışda vurmusan, sol əli ilə belə saqqalı tut, əli də belə-belə elə və belə denə. Denən ki, fırlattım telefonu. Getdi o tərəfə. Hə. Ya Muhammed, ya Resulallah, əşku ilallah və iləykə hacəti və ilə əhli beytikə ər-raşidin hacəti və bikum ətəvəccəh ilallah fi hacəti. Demin Allahdan istə. Deyişilənən ya Muhammed, ya Resulallah, əşku ilallah və iləykə hacəti. Mümkündür biri deyir ki, dedi, əşku ilallah deyir, deyir, yox, hədisin dalında deyir, və iləykə hacəti. Həm Allaha şikayət eləyirəm problemi, həm də sənə. Deseydi ki, sənin vasitənlə Allaha şikayət eləyirəm, onda yeri vardı. Deməli, onda Peyğəmbərə hacət demək, hacətini istəmək, imamın göstərir. İmamı, əslən o kişiyə dedi ki, doy öz cibə qoymalı, bizim ehtiyacımız yoxdur ona. Ged o ixtira qatda özü üstü saxlayıcına. Mən nə öyrədəm, onunla gedicinə. Haçan qabağa problem çıxsa, ged qusul ver, hacət qusulu ver, hacət namazı qıl, ondan sonra saqqalı tut belə, dedin, ya Muhammed, əşku ilallah və iləyk. Allaha və sənə şikayət eləyirəm. Yoxsa onda niyə görə mən işləyə qardaşımı ittiham eləyim ki, gedəndə İmam Hüseynin hacət istəyəndə deyim ki, özdə dalcan bu üzrəyiz, tək sənə də yox. Və ilə əhl-i beytik. Və hacətimi sən əhl-i beytə deyirəm. Allaha deyəndən sonra Peyğəmbərə əhl-i beytinə də deyir. Əgər şirk olsaydı, onda nə olsun billah, İmam Sadiq eləsən bizi şirk öyrədi, gedək İmam, deyim, ya İmam Hüseyin, dərdimi götürüb sənin qapıya gəlmişəm. Onda hacətimi görüb getirin, İmam Hüseyin qapısında onda müşrik olmuşam. Gən deyirəm, artıq mənim vəhabilərlə işim yoxdur, mən öz aramızda danışıram. Başqa yenə də, başqa rivayətlərdə gəlib ki, deyir ki, Ən-Nəbi Əbdülhəsəm qal, şiarul Hüseyin əleyhissalam, ya Muhammed və şiarunu ya Muhammed. İmam Sadiq əleyhissalam buyurur ki, cəddi İmam Hüseyin əleyhissalam ki, tohidun qəhrəmanı idi. Əslən, İmam Hüseyin əleyhissalamda tohid qalmaz yer üzündə. Cəddi İmam Hüseyin əleyhissalamın şuarı ya Muhammed, bizim də şuarımız ya Muhammed. Biz ya Muhammed deyib çağırırıq. Çoxlu rivayətlər oxuyacağım, inşallah gələn dərsdə. İmam Sadiq əleyhissalam buyurur ki, cəddi İmam Hüseyin əleyhissalam şuarı ya Muhammed idi. Dedi, ya Allah deyərdi də. Niyə ya Muhammed çağırsın? Və şuarına ya Muhammed. Kafidə 5-ci il 47-ci səhifə. Deyir ki, şuarul Hüseyin əleyhissalam ya Muhammed və şuarına ya Muhammed. Biz də cəddi İmam Hüseyin üçün ya Muhammed deyirik. Yaxud üzvlərində ya Allah, ya Muhammed, ya Ali yazmır. Hansı ki, bizim müşrik görürlər. Deyirsiniz, yerdən duranda məsələn deyək, niyə ya Allah, ya Muhammed, ya Ali deyirik? Ya Allah dedim, bəsdə. İbrahim ibn Məhziyardan da rivayət. İbrahim ibn Məhziyar, Əli ibn Məhziyarın zahirən qardaşıdır. Əli ibn Məhziyarda İmam Cavad və İmam Hadi, İmam Həsən Əskəri Əsəm zahirən sahabələrdir. Yəni, çox mötəbər bir dənə ailədirlər. Salamullahi aleyhim. Yevmə vulidu və yevmə sürüşhidu. Çox böyük ailədirlər və çox mötəbər bir şərəfli ailədirlər. İbn Məhziyar ailəsi. Həmən onlardan biridir İbrahim ibn Məhziyar. Zahirən Əlinin qardaşıdır ki, Əlidə çox etibarlı şəxsdir. Nəysə. Deyir ki, Abdullah ibn Cəfər el-Himyəri, o da möhtəbər şəxslərdəndir. Deyir ki, İbrahim ibn Məhziyar deyir ki, o mənə belə dedi. Dedi ki, uzun bir hədisin bir hissəsindən, qultu, ənə İbrahim ibn Məhziyar. Dedim, mən ona dedim ki, yəni o Himyəri dedim ki, mən İbrahim ibn Məhziyar, zahirən Əlinin qardaşım. Fəanəqəni məliyyən thümmə qal, mərhəbən bik, ya Əba İshaq. Adım mümkün tanımışdı, sifətdən tanımırdı. Niçin deyil, YouTube'da görsün, televizorda görsün. Eşidirmiş məsələn filan məmləkətdə filan bəhk edən kişilər var ki, orada yəni Əhl-i Beyt aşiqləridirlər. Amma sifətdən tanımırdı. Elə ki özüm tanışdı ki, mən İbrahim ibn Məhziyaram. Yəni bu boynumu qucaqladı, o özündən bu özünü öpdü və mənə qayıt dedi ki, mərhəbən bikə ya Əba İshaq. Oğlunun adı İshaqmış da, ya Əba İshaq sən xoş gördüyündən tərsə, ma fəaltə bil əlamə. Əlamətlə neynədir? Əlləti vəşəcət beynəkə və beynə Əbi Muhammed aleyhissalam. Hansı ki, İmam Həsən Əskəri sənin aranda bir əlamət idi. O əlaməti neynədin? Buna hardansa çatmışmış ki, İbrahim ibn Məhziyarla kimin arasında? İmam Həsən Əskəri arasında sənin əlamət vardı.
فقلت لعلك تريد الخاتم الذي آثرني الله به من الطيب Əbi Muhammed Həsən ibn Ali aleyhisselam. Belə başa düşürəm sözündən Əbu Muhammed, yəni İmam Həsən Əskəri aleyhisselam ki, digərlər üçün tayyib, pak Allahın gözəl bəndəsi, digər səhabələr içindən Athərəni, məni digərindən fərqləndirdi, onu mənə əta elədi, onu demək istəyirsən? Fəqalə, ma ərətdu sivah, dedim, bəli, ondan başqası istəmirəm. Bunların nə xəbər çatmışmış himyəriyə ki, İmam Həsən Əskəri'nin çox nəzər dəyərli bir əşyası varmış. Ta ki də 100 dənə sahabəsindən seçim kimə verib, İbrahim'in Məhziyara verib həmən o əşyasını. Fəəxrəctuhu iləyh. Torbamdan indi hardansa çıxartdım, həmən o üzüyü göstərdim. Fələmma nazara iləyhi istəbərə və qəbbələ. Elə ki o üzüyü gördü, gözləri yaşla dolu başladı ağlamağa, başladı öpməyə, gözünə sürtməyə. Və qəbbələ. Sümmə kitabətəhu. Sümmə qərə kitabətəhu. Yox, qəbbələ, gözünə sürtü yoxdur. Öpdü. Ağladı və öpdü. Sümmə qərə kitabətəhu. Sonra deyir ki, aldı əlinə üstündəki sözü oxudu. Həmən üzüyü ki, İmam Həsən Əskəri aleyhisselam vermişdi İbrahim Məhziyara, xatəmindir ki, o üzüyün qaşına bu yazılmışdı. Ya Allah, ya Muhammed, ya Ali. Yaxşı, ya Allah yazardı. Yox, böğründə yazdırır. İmam aleyhisselam bir üzüyü hədiyələr bütün sahabelərdən bir nəfərdir ki, Athərən, yəni başqalarının üstün tutdu məni. Həmən üzüyün qaşına ya Allah, ya Muhammed, ya Ali yazılmışdı. Onda imamlar nəuzullah bizi şirkə öyrədirlər ki, ya Ali deyin, şirk eləyin. Xülasə, bunlar hamısı şübhələrdir ki, bəzi insanlar zəhnət olur. Hədislərin dalı çoxdur. Həddən artıq çox hədislər vardır ki, mümkün gələn hədislərdə, gələn cəlsədə oxuyaq. Elhamdülillah Rabbil aləmin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.